Salam əziz MİQA sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə tam 2024 test bankından olan hamının səbirsizliklə gözlədiyi şagird davranışının idarə olunması testlərinin izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, həmçinin onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Və vaxt itirmədən keçək suallara. Həqiqətən də çox önəmli mövzudur bu. Bütün nəzəriyyələr, yeni bütün nəzəriyyələr öz içində əks elətdirib. Və söz verdiyim kimi demişdim ki, imtahanın sonuna yaxın bu izahların hamısını çatdırıb yükləyəcəm. Şükür ki, sözümün üstündə dura bildim və hamısını həqiqətən çox əziyyət çəkdik. Mən də, siz də, çünki izah eləmək də çətindir, qulaq asıb qeydlər götürmək də çətindir. Hamısı inşallah ki, bu əziyyətimizin bəhrəsini görərik Allahın köməkliyi ilə. Sadəcə nə deyirəmsə, mütləq özünüzün dəftərinizdə onları qeyd eləyin. Çünki qeyd eləyəndə yaddan çıxmır. Və indi mən sizə bu nəzəriyyələri deyəcəyim açar sözlər çox-çox xeyrinizə olacaqdır. Başlayaq izahlara. Və hər dəfə sualların içində hansı nəzəriyyədən sual verirsə, o nəzəriyyəni izah edəcəm ki, çünki nəzəriyyə çoxdur. Amma asan nəzəriyyələrdə qəti narahat olmayın. Başlayaq. Birinci sinifə dərs keçən müəllim şagirdləri dərsdə hərəkət etməyə, yorulanda istirahət etməyə icazə vermir. Hamının düzgün oturmasını tələb edir. Bu tələbkarlıq şagirdlərə xoş gəlmir və elə buna görə də bəzi şagirdlər dərsi daha da pozmağa çalışır. Verilmiş situasiyaya əsasən müəllimin hansı yanaşması seçim nəzəriyyəsinə uyğun olar? Bax, seçim nəzəriyyəsi ümumiyyətlə Gleysserin nəzəriyyəsidir və seçim nəzəriyyəsi vurğuluyur ki, insanların 5 dənə əsas ehtiyacı var. Hansı ehtiyacı var? 5 ehtiyacı var. Birincisi sağ qalma ehtiyacı, 2 sevgi və mənsubiyyət ehtiyacı, 3 güc ehtiyacı, 4 azadlıq ehtiyacı, 5 də əylənmə ehtiyacı. Baxın, bu müəllim uşaqda nəyi alır? Əylənmə ehtiyacını almış olur. Çünki uşaqlara robot kimi davranır. Deyir, düz otur, tərpənmə, nəfəs alma, nəfəs alsan dərs pozulur. Olmaz. Yəni, bu avtoritar müəllimdir. İndi görək, yəni, əyləncəni pozur. Baxaq görək, indi seçim nəzəriyyəsinə əsasən deyir. Yəni, seçim nəzəriyyəsində də bayaq dediyim ehtiyaclar öz əksini tapır. Harada ehtiyac görsəniz, bilin, Gleysserin seçim nəzəriyyəsidir. Həmişə kişilərin də, babaların da adını deyəcəm ki, birdən nəzəriyyədən əlavə onların adını da salarlar. Düzdür, burada yoxdur, amma özünüzdə qeyd edin ki, seçim nəzəriyyəsi Gleysserin. A-da deyir, müəllim dərsi pozan şagirdləri dərsdən sonra saxlayıb, onları cəzalandıraraq problemi həll edə bilər. Baxın, dərsi pozan deyirsə, bu arzu olunandır, arzu olunmayan. Əlbəttə ki, dərsi pozmaq arzu olunmayandır. Plus, müəllim onları dərsdən sonra saxlayıb. Nədənsə məhrum edir, yoxsa dərsdən saxlayır. Məhrum eləsəydi, onu yəni, nədənsə uzaqlaşdırmış olardı. Amma dərsdən sonra saxlayıbsa, deməli, əlavə iş verib. Özünüzdə qeyd edin. Arzu olunmayan, yəni dərsi pozan arzu olunmayan deməkdir. Bu behaviorizm nəzəriyyəsidir. Skinnerin behaviorizm nəzəriyyəsi. Bunları da hər dəfə dedikcə bir variant izah edəcəm. Deməli, dərsi pozan arzu olunmayan plus dərsdən sonra saxlayıb əlavə iş. Arzu olunmayan plus əlavə iş müsbət cəzadır. Bu behaviorizmlə bağlıdır. Özlüyündə doğru fikirdir. Sadəcə seçim nəzəriyyəsindən bağlı deyil. Şərtdə desəydi ki, bu behaviorizm nəzəriyyəsinə hansı uyğundur behaviorizm nəzəriyyəsinə variant olaraq A-nı götürərdim. Deməli, A behaviorizmdir, Skinnerə aiddir, bunu seçmirik. B deyir, müəllim şagirdlərin əyləncə ehtiyaclarını ödəmək üçün sinifdə düzgün mühit yaradaraq problemi həll edə bilər. Gördünüz, gəldi əyləncə. Uşaqları robot olan mühitdən çıxartdı. Yəni, əylənmə ehtiyacını şükür yadına düşdü. Yəni, əylənmə ehtiyacı nədir? Ümumiyyətlə, bu ehtiyac məmnunluq, sevinç kimi bir çox təcrübələr özündə əks elətdirir. İnsanın həzz aldığı fəaliyyətlərlə məşğul olmaq özündə əks elətdirir. Dostlara özünü təhlükəsiz hiss etməyin təbii nəticəsi kimi ehtiva olunur. Yəni, insanın bu ehtiyac ümumiyyətlə əyləncə kimi bir çox təcrübələri özündə əks elətdirir. Oyun, yumor, məmnunluq, sevinç, həzz kimi anlayışlar hamısı buradadır. Deməli, cavabımız B bəndi olmuş oldu. Deməli, bu Skinnerin, bu nədir? Gleysserin, Skinner nədir? Gleysserin seçim nəzəriyyəsində neçə dənə ehtiyac oldu? 5 ehtiyac oldu. Bu 5 ehtiyacın hansına aid oldu? Əylənmə ehtiyacına aid olmuş oldu. 5 ehtiyac hansıydı? Sağ qalma ehtiyacı, sevgi və mənsubiyyət ehtiyacı, güc ehtiyacı, azadlıq ehtiyacı və əylənmə ehtiyacı. Bu əylənmə ehtiyacına aiddir. Cavabım B məndir. Amma yenə də o biri variantları mütləq oxumalıyıq mənim, yoxsa ürəyim rahat olmaz. C-yə baxaq.
Müəllim şagirdlərin valideynləri ilə əməkdaşlıq edib, onları prosesə cəlb edib problemi həll edə bilər. Şagirdlər yorulub sadəcə. Valideynlik burada nə var? Uşaqlar yorulublar. Robot kimi durmaqdan yorulublar. Mən valideyni niyə çağırım? Yəni heç bir nəzəriyə aid deyil, absurd fikirdir. Müəllim şagirdlərin bu cür davranış etməsindən əvvəl sinif qaydaları tərtib edib problemi həll edə bilər. Baxın, sinif qaydaları prosedur pozulanda, gözlənti pozulanda qoyula bilər. Qaydanı risk, yəni ilk dəfədən qoymaq düzgün hal deyil. Çünki qayda digər anlayışlara nisbətən daha ağır bir fikirdir. Yəni yaddan çıxartmayın ki, qaydalar yerinə yetirilmədikdə cəza tətbiq olunur. Yəni qaydalar ilin əvvəlində müəllimin qayda vəzinə, sinfə gözlənti qoyması daha düzgün olar. Çünki qayda ən son halda tərtib olunan bir fikirdir. Yəni burada prosedur olsaydı daha gözəl olardı. Ona görə deyib yanlışdır, ya da gözlənti. Müəllim şagirdlərin davranışlarının düzəldilməsi üçün sadəcə onlara müəyyən qədər vaxt verib problemi aradan qaldıra bilər. Bəlkə o vaxtda heç həll olmadı. Bu hər hansı bir çalışma deyil ki, sən ona gözləmə vaxtı verəsən. Gözləmə vaxtı falan çalışma eləyəndə, uşağın düşünməsinə şərait yaradanda olar. Burada uşaqlar yorulublar. Biz onlara vaxt verməklə bir şey həll olmur. Uşaqlar düzgün oturmaq tələb edir. Yəni müəyyən vaxt verməklə sən bu problemi aradan qaldıramazsan. Müəyyən qədər vaxt verir, hə, uşaqlar biraz dincəldi, sonra yenə həmən qaydaya qaydırıq, yenə Gestapo rejiminə qaydılar, avtoritar üslubda müəllim dərs keçir, uşaqlar həqiqətən də yorularlar. Allah səbr versin elə uşaqlara, şagirdlərə. 1B oldu. Keçək ikinci suala. Maraqlı suallardır ümumiyyətlə. İkinci sualda deyir ki, L-Venn diaqramına əsasən sual şərəsinin yerinə yazılmalıdır. Yazılıb müsbət gücləndirici, bir də negativ gücləndirici. Baxın, müsbət gücləndirici nədir? Ümumiyyətlə, behaviorizm nəzəriyyəsində müəllim hansı məsələlərə diqqət eləməlidir? Şagirdlər üçün rəngarəng gücləndiricilər seçməlidir. Arzu olunmayan davranışı azaltmaq üçün səbəblər qoymalıdır. Şagirdləri motivasiya eləməyə çox xüsusi mükafatlar istəməlidir, istifadə eləməlidir. Və yadda saxlayın ki, arzu olunan sözlə gücləndirici eyni yerdə işlənə bilməz. Arzu olunmayanla gücləndirici bir yerdə istifadə oluna bilməz. Bəs bunlar nə deməkdir? Baxın, müsbət cəzalandırma odur ki, arzu olunmayan plus əlavə işin artırılması. Mən dedikcə özünüzdə qeyd edin. Müsbət cəzalandırma odur ki, arzu olunmayan plus əlavə işin artırılması. Mənfi cəzalandırma odur ki, arzu olunmayan plus işin azaldılması. Deməli, mənfi cəzada olur, arzu olunmayan plus işin azaldılması. Müsbət gücləndiricidə olur, arzu olunan plus əlavə işin artırılması. Mənfi gücləndiricidə isə arzu olunan plus şagirdin xeyrinə nədənsə məhrum etmə, şagirdin xeyrinə işin azaldılması. Yəni, bu dediyim açar sözləri özünüzdə qeyd edin. Testləri işlədikcə, açar sözləri mən dedikcə artıq başa düşəsiniz. İndi bizdən negativ gücləndiricini istəyir. Negativ gücləndirici dedik nə idi? Yəni, mənfi gücləndirici. Arzu olunan, özünüzdə qeyd edin onu. Arzu olan, çünki sual şərəsi negativ gücləndiricinin altındadır. Arzu olunan plus şagirdin xeyrinə məhrum olma. Yəni, şagirdin xeyri burada. Həm də yadda saxlayın ki, arzu olunan plus azad etmə, nəsə imkan əldə etmə, bax, belə sözlər olsa olar. Yəni, şagirdin xeyrinə olan bir şeydir. Məsələn, A-da deyir ki, şagird ev tapşırıqlarını vaxtında təhvil verdiyinə görə, baxın, bunu hiss eləməliyik. Vaxtında təhvil veribsə, arzu olunan da arzu olunmayan, əlbəttə ki, arzu olunan. Özünüzdə qeyd edin, arzu olunan plus verdiyinə görə istədiyi sinifdən xaric layihəni seçim imkanı verilir. Bax, seçmə imkanı verilir. Seçmə imkanı əlavə işdir. Arzu olunan plus əlavə iş nə idi? Müsbət gücləndirici. Bizdən amma negativ gücləndirici istəyir. Bunu çıxıram. B-də deyir, şagird sinif yoldaşına kobud rəftar etdiyinə görə valideynlərini məktəbə çağırırlar. Kobud rəftar etmək arzu olunmayan, məktəbə çağırmaq əlavə işdir. Yəni, nədənsə məhrum eləmirlər. Müsbət cəza olur. Amma desəydik ki, şagird sinif yoldaşına kobud rəftar etdiyinə görə sinifdən çıxarılır. Yəni, nədənsə məhrum olur. Onda mənfi cəza olardı. Ona görə bu olur müsbət cəza. Çağırırlarsa müsbət cəzadır.
C-yə baxıram. Şagird məktəbi məcliyində aktiv iştirak etdiyinə görə həftə içi bir gün dərsə gəlməmək imkanı verilir. Bax, məktəbdə aktiv iştirak etdiyinə görə bu arzu olunandır və müəllim onun xeyrinə nəyisə bir imkan yaradır. Nədənsə onu azad edir. Yəni gücləndiricidir. Bu da olur mənfi gücləndirici. Yəni mənfi gücləndiricidə uşağın xeyrinə nəyisə eləyirlər. Yəni şagirdin xeyrinə işin azadılması, şagirdin nədənsə azad olması, şagirdə sərf edən bir vəziyyətdir. Məsələn, deyirəm ki, dərsə həmişə vaxtında gələn şagirdə müəllim icazə verir ki, bir gün ikinci dərsə gəlsin. Görürsünüz, nədənsə azad eləyir. Və yaxud da Bilal müəllim orucu KSG-lərdən yüksək nəticə əldə etdiyi üçün həftə sonu layihə yazmaqdan onu azad etdi. Yəni, nədənsə azad eləyirəm. Sinif qaydalarını pozmadığına görə müəllim şagirdə araşdırmada iştirak etməməyə icazə verir. Müəllim ülkəni qısa müddət üçün sinifdən xaric oxudan və inşa yazmaqdan azad eləyir. Yəni, nəyəsə görə müsbət bir şey var ki, onu azad eləyir. İl boyu dərslərini yaxşı çalışdığı üçün şagird yay tapşırığından azad edilir. Özüm əlavə misallar çəkirəm ki, yəni biləsiniz onu. Deməli, arzu olunan pilot uşağın xeyrinə. O da olur C bəndidir cavabımız. D-də deyir, şagird sinifdə nümunəvi davranış göstərdiyinə görə sinif nümayəndəsi seçilir. Baxın, nümunəvi davranış arzu olunandır, sinif nümayəndəsi seçilir, əlavə işdir. Arzu olunan plus əlavə iş nə idi? Müsbət gücləndirici. Bunu da seçmirəm, bizdən çünki negativ istəyir. Şagird BSG-də yüksək nəticələr göstərdiyi üçün sinif güşəsinin əlaçılar sırasında şəkil asılır. Yüksək nəticə arzu olunandır, əlaçılar sırasına asılırsa, bu da əlavə işdir. Bu da olur müsbət gücləndirici. Cavabımız C bəndə olmuş oldu. Çünki bizdən mənfi gücləndiricini istəyir. Üçüncü suala baxıram. Deyir ki, tənəffüs zamanı iki şagird bir-birini itələmə və hətta vurmaqla nəticələnən münaqişə yaşayırlar. Müəllimin müdaxiləsinə və intizam tədbirlərinə baxmayaraq, aqressiv davranışlar artmaqda davam etdiyindən müəllim hər iki şagird ilə fərdi söhbət aparır. Aydın olur ki, onların hər biri sinifdə hörmət, nüfuz sahibi olmaq üçün güclərini bir-birinə göstərməyə, özlərini sinifdə sübut etməyə çalışırlar. Sosial intizam modelinə əsasən doğru fikirləri müəyyən edin. Ümumiyyətlə, bayaqları mən sizə dedim ki, güc ehtiyacı iki yerdə var idi. Güc nümayiş etdirmək sosial intizam modelindədir. Güc ehtiyacı seçim nəzəriyyəsindədir, yəni Gleyserdə. Bu da bizdən sosial intizam modelini istəyir, yəni Dreyfusun modelini istəyir və güc nümayiş etdirməklə bağlı. İndi bizdən güc nümayiş etdirməklə bağlı nə deyə bilərik? Yəni, uşağın məqsədi güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışmaqdır və uşaq inanır ki, mən yalnız nüfuzlu olduğum zaman özümü güclü hesab eləyərəm. Mən vəziyyətə nəzarət eləsəm hamıdan güclü olaram. Gizli mesaj da odur ki, mənə kömək eləyin, mənə seçimlər verildi. Bunun həll yolları odur ki, uşağı soyuqqanlığı qorur, uşağın gərginlikdən yayındıraq, qarşı durmadan yayındıraq, davranışları ilə mütləq razılaşmadan onları tanımaq lazımdır, tayinatdan istifadə eləmək lazımdır, fərdi söhbət lazımdır və dağıdıcı davranışın nəticələrini aydın şəkildə təsvir etmək lazımdır. İndi baxaq görə hansı ola bilər. Sosial intizam modelinə əsasən doğru fikir istəyir, yəni Dreyfusun modelidir. Şagirdlərin davranışından onların özlərini bacarıqlı hiss etmələrinə ehtiyacı olduqlarını görmək olar. Çünki güc nümayiş elətdirmək istəyirlər, məqsədləri odur. Yəni, məqsəd odur ki, mən özümü sübut edeyim, güc nümayiş etdirsinlər. Çünki biz bilirik ki, ümumiyyətlə, sosial intizam modelində, yəni Dreyfusun bu modelində əsasən nələr yer alıbdır? Burada səhv məqsədlər hansılardır? Diqqəti cəlb etməkdir, güc nümayiş etdirmək, qisas almaqdır, çarəsizlik hissi və imtina burada öz əksini tapmış olur. İndi burada da güc nümayiş etdirməklə bağlıdır. Çünki uşağın məqsədi, yəni səhv məqsədi odur ki, güc nümayiş etdirib nüfuzlu qazanacağım. Bir doğrudur deməli, bir sosial intizam modelindən bağlıdır. İkidə deyir, şagirdlərin davranışlarını müsbətə doğru dəyişdirmək üçün, onlarda daxili nəzarəti inkişaf etdirmək üçün səhvlərindən nəticə çıxartmağa yönəltmək lazımdır. Bu artıq olur, çarəsizlik hissi və imtina. Yəni, həll yolları olaraq biz onu götürə bilərik ki, uşaq, baxın, deyir, müsbətə doğru dəyişdirmək üçün, onlarda daxili nəzarəti inkişaf etdirmək üçün səhvlərindən nəticə çıxartmağa yönəldirmək lazımdır. Səhvlərdən nəticə çıxartmaq
təmin etmək, yəni uşaqların öz səhvlərindən yeni bir şey öyrənməsini təmin etməliyik. Uşaqların səhvləri üzərində düşünüb doğru nəticəyə gəlməsinə müəllim mütləq şəkildə şərait yaratmalıdır. Bu da çarəsizlik hissi və imtina həll yollarında yer almış olur. Deməli, birinci oldu Dreyfusun güc nümayiş etdirmək məqsədi, ikinci oldu çarəsizlik hissi və imtina məqsədi və həll yolu da odur ki, səhvlərdən doğru nəticə çıxartsın. 2 doğrudur. 3-də nə deyir? Şagirdlərin güc ehtiyacını tənzimləmək üçün onların müsbət davranışlarına istinad edib doğru tərif verərək problemi aradan qaldırmaq mümkündür. Yəni, şagirdin güc ehtiyacını tənzimləmək üçün adı üstündə güc ehtiyacını tənzimləmək, yəni mən güc nümayiş etdirməyin həll yollarını bilməliyəm ki, mən onu tənzimləyə biləm, güc ehtiyacını tənzimləyə biləm. Yəni, burada əsas odur ki, diqqəti minimuma indirmək lazımdır. Davranış, şagirdin diqqətini yayındırmalı, sanki yəni, çox üstünə getməsin, uşağın davranışını düzgün şəkildə dəstəkləmək lazımdır. Yəni, talimatdan istifadə etmək, fərdi söhbət etmək, narahatlıqlarını tanımaq, hörmət etmək, ən əsası empatiya qurmaq lazımdır. Tərif verərək biz işi həll edəmərik. Güc nümayiş etdirməyin həll yollarında odur ki, mən onun narahatlığını tanıyıb, hörmət edeyim, hörmətlə yanaşım və empatiya qurum. Deməli, 3 yanlışlı tərif sözü olmaz. 4-də deyir, şagirdin davranışlarına qarşı diqqəti minimuma indirərək problemi aradan qaldırmaq olar. Bu həll yollarına aiddir, yəni davranışa məhəl qoymamaq, yaxınlıqda durmaq lazımdır. Yəni diqqəti cəlb etmək həll yollarına aiddir bu fikir. Yəni, başqalarını məşğul etməklə onlardan xüsusi diqqət gözləməkdir onların fikirləri. Ümumiyyətlə, çalışmaq lazımdır ki, burada diqqəti minimuma endirmək deyirsə, burada güc nümayiş etdirməkdən söz gedə bilməz. Yəni, bu fikrimiz, 4-cü punktda olan fikrimiz diqqəti cəlb etməyə aiddir. Yəni, bir daha deyirəm, sosial intizam modelində, Dreyfusun bu modelində o deyir ki, mənfi davranışlar baş verəndə uşaq 4 səhv məqsəddən biri üzrə hərəkət edir. Hansı səhv məqsədlərdir? 1. Diqqəti cəlb etmək, 2. Güc nümayiş etdirmək, 3. Qisas almaq, 4. Çarəsizlik hissi və imtina. Burada bizim birinci punktumuz aid oldu güc nümayiş etdirməyə, ikinci punktumuz oldu çarəsizlik hissi və imtinaya, 1-2 doğrudur. Üçüncüdə tərif sözünü seçənmərik, çünki tərif vermirik onlara, hörmətlə empatiya yanaşır. 4-cü fikir doğrudur özündə, amma diqqəti cəlb etməyə aiddir. Çünki diqqəti minimuma indirmək, diqqəti cəlb etməyə aiddir. Yəni, uşaqlar başqalarını məşğul etməklə onlardan xüsusi diqqət gözləməyə çalışırlar. Biz sadəcə bunu həll eləmək üçün yaxınlıqda durmalıyıq, sual verməliyik, jest eləməliyik, təşəkkür etməliyik, təbrik stikeri verməliyik və s. ki, bunu həll yolu kimi bir yoluna qoyaq. Deməli, 4 oldu diqqəti cəlb etmək. Bunu da seçə bilmərik. Cavab oldu 1-2. A bəndi. 4-cü, şagirdlərdən biri sinifdə təhlükəsizliklə bağlı qoyulmuş qaydalara əməl etmir. Bu halda hansı yanaşma Banduranın sosial öyrənmə nəzəriyyəsi ilə əlaqəli olmaz? Sosial öyrənmə nəzəriyyəsinin üstündə, yəni özünüzdə qeyd edin ki, bu həm də müşahidə əsaslı öyrənmədir. Harada müşahidə əsaslı, müşahidə sözünü görsəniz, bilin sosial öyrənmədir. Albert Banduranın nəzəriyyəsidir və o vurğuluyur ki, ümumiyyətlə sosial öyrənmə nəzəriyyəsində mütləq şəkildə həvəs və cəhd olmalıdır. Mütləq şəkildə müşahidə olmalıdır. Özünə inam olmalıdır. Başqalarının hərəkətlərini, davranışını müşahidə edib təqlid etmək olmalıdır. Başqalarının hərəkətlərin nəticələrini diqqətdə saxlamaq lazımdır. Ətraf aləmlə qarşılıqlı münasibət lazımdır. Film, televiziyada gördüklərimizi təkrarlamaqla öyrənmə məhz bu nəzəriyyədə yer alır. Yəni digər şagird bir uşağa baxıb, bir uşaq başqa uşağa baxıb onun elədiyini təkrarlayırsa, bu müşahidə əsaslı öyrənmə olmuş olur. İndi baxaq, sinifdəki şagird, digər şagirdlər təhlükəsizlik qaydalarına əməl etməyən şagirdin necə davrandığına və hərəkətlərin nəticələrinə diqqət yetirə bilərlər, yəni müşahidə edə bilərlər. Bu müşahidə ümumiyyətlə göstərir ki, insanlarda bu sosial öyrənmə çox önəmli faktordur.
Yəni uşaqlar bir-birlərinin hərəkətlərini müşahidə edib kopyalayaraq təqlid etdikləri prosesə o sosial öyrənmə nəzəriyyəsi deyil. Burada insanlar ümumiyyətlə cəmiyyətdə başqalarının emosional ifadələrini, emosional davranışlarını, emosional münasibətlərini müşahidə etmək yolu ilə bilik, bacarıq əldə edirlər. Məsələn, ailədə kiçik övlad özündən böyük qardaşının dərsləri məsuliyyətlə yerinə yetirdiyinə görə valideynləri tərəfindən mükafatlandığını görür. O da qardaşı kimi dərslərinə qarşı məsuliyyətli olmağa çalışır. Yəni müşahidə edir ki, hə buna belə eləyirlər, onda mən də belə eləyim, məni də tərifləsinlər. Yəni müşahidə əsaslı öyrənmədə canlı model olur, simvolik model olur, sözlü model olur. Canlı model odur ki, digər insanları canlı müşahidə edirlər. Məsələn, evin balacası böyüyə baxır, onun elədiyini təkrarlayır. Simvolik model odur ki, filmləri müşahidə edib öyrənir, televiziyaya baxır, YouTube'da multiklərə baxır, öyrənirlər. Sözlü təlimat odur ki, davranışla bağlı təlimatdır. Və Albert Bandura vurğuluyur ki, burada ümumiyyətlə belə deyək, bu adda Banduraya görə cəmiyyətdə insan davranışının müşahidəsinin 4 əsas şərti var. 1. Diqqət olmalıdır. 2. Yadda saxlama olmalıdır və ya da xatırlama. 3. Reproduksiya, yəni tətbiq olmalıdır. 4. də motivasiya, təkmilləşmə olmalıdır. İndi burada nə deyir? Sinifdəki digər şagirdlər təhlükəsizlik qaydalarına əməl etməyən şagirdin necə davrandığına və hərəkətlərinin nəticələrinə diqqət yetirə bilirlər. Baxın, müşahidə var. Diqqət yetirirsə müşahidədir. Bu deməli mümkündür. Yəni Albert Banduraya aiddir. Çünki deyir ki, şagirdlərdən biri sinifdə təhlükəsizliklə bağlı qoyulmuş qaydalara əməl etmir. Bu halda hansı yanaşma Banduranın sosial öyrənmə nəzəriyyəsindən əlaqədar olmaz? A-da deyir ki, sinifdəki digər şagirdlər bu qaydalara əməl etməyən şagirdin necə davrandığına baxırlar ki, bu olsa bunun nəticəsi necə olacaq və bizi nə gözləyir? Bir növ itaət və cəza kimidir Kolbek nəzəriyyəsində. Şagirdin davranışı doğrudur. Şagirdin davranışı müəllim tərəfindən düzəldilməzsə, digər şagirdlər bu davranışın məqbul sayıldığını düşünə bilər. Bəli, çünki deyir müəllim ona iş eləmir, deməli bizə də heç eləməz. Şagirdin davranışı sinifdə başqaları üçün nümunə rolunu oynayır, doğrudur. Şagird mənfi nəticələrlə qarşılaşarsa, digər şagirdlər bundan təsirlənə və gələcəkdə oxşar davranışlara daha az meyilli ola bilərlər. Bu da doğrudur. Çünki ümumiyyətlə, bu Banduranın nəzəriyyəsində deyir ki, şagirdin davranışı sinifdə başqaları üçün mütləq şəkildə rol oynamalıdır və şagirdin davranışı onun bacarıqlarına olan inamınla əlaqədar olmalıdır. Çünki şagird davranışının formalaşmasına təsir edən faktorlar başqalarının hərəkətləri, davranışını müşahidə və təqlid etməkdir deyə vurğulayır. Yəni şagird mənfi nəticələrlə qarşılaşarsa, digər şagirdlər bundan təsirlənə bilər. Şagird mənfi nəticələrlə qarşılaşarsa, digər şagirdlər gələcəkdə oxşar davranışlara daha az meyilli olarlar deyə vurğulayır. Yəni dərsinin əvvəlində şagirdlər bütün diqqəti müəllimin geyiminə, görünüşünə, hərəkətlərinə yönəldilər, onun kimi olmaq istəyirlər, yəni ona müşahidə edirlər. Sinifdəki şagirdlər təhlükəsizlik qaydalarına əməl etməyən şagirdin necə davrandığını izləyirlər, baxırlar ki, bunun nəticəsi necə olsa biz nə etməliyik? Yəni sinifdə tapşırığı edən şagird müəllim tərəfindən mükafatlandırılırsa, digər şagird ona baxıb davranışını müsbətə doğru dəyişə bilər. Yəni bu cürə nümunələr hamısı Albert Banduraya aid deyil. Yəni müəllim sinifdə bəzi şagirdləri çətin tapşırıqlar üzərində yorulmadan çalışdıqları üçün təqdir eləyir, tərifləyir onları. Müşahidə edən şagirdlər həvəslənirlər və tapşırıqları yerinə yetirmək üçün cəhd edirlər. Yəni həvəs və cəhd burada çox önəmlidir. Əgər eləmirlərsə, qorxurlarsa, o zaman itaət cəza olmuş olur. Deməli, hamısı doğrudur. Y'də deyir, şagirdin arzu olunmayan davranışına görə cəzalandırılması onun bu davranışı təkrarlamamasına səbəb ola bilər. Baxın, arzu olunmayan plus cəzalandırma, yəni məhrum olma nədir? Mənfi cəzalandırma. Bu behaviorizm nəzəriyyəsinə aiddir, Skinnerin nəzəriyyəsidir. Yanlış, Y bəndi olmuş oldu. Keçirik növbəti sualımıza. Növbəti sualımız 5-ci sualdır. 5-ci sualda bizdən nə istəyir? Deyir ki, bir müddətdir ki, şagirdlərdən biri dərsi pozur. Belə ki, sinifdə qoyulan qayda və prosedurlara əməl etmir. Yoldaşları ilə kobud rəftar eləyir. Müəllim bu vəziyyəti düzəltməyə cəhd eləyir. Aşağıdakı fəaliyyətlərdən hansı müəllimin seçim nəzəriyyəsinin yanaşmasıdır? Seçim nəzəriyyəsi nədir? O Gleiserin nəzəriyyəsidir. O deyir ki, hisslər, bayaq dedim, hisslər, əyləncə, ehtiyac, sevgi, mənsubiyyət hissi, bunlar hamısı daxili motivasiya seçim nəzəriyyəsindədir. Gəlin baxaq.
A-da deyir ki, müəllim şagirdin davranışı ilə bağlı onun valideyninə şikayət edir və hər dərs şagirdin gündəliyinə müxtəlif xəbərdar edici qeydlər yazır. Xeyr, yəni bu şikayət doğru yanaşma deyil. Hər dərs yazır, hər dəfə şikayət edir. Müəllim çalışmalıdır ki, bunu həll etməyə çalışsın. Ümumiyyətlə şagirdi açıq şəkildə danlamaq olmaz. Şagirdin müsbət davranış nümayiş etdirəcəyinə ümid etmək olmaz. Biz hərəkət etməliyik. Cəzaların gücləndiricilərdən ibarət hər hansı bir siyahını uşağa təklif eləmək olmaz. Şikayət etmək bunlar doğru yanaşmalar deyil. A bəndi yanlışdır. B də deyir, müəllim şagirdin davranışının səbəbini araşdıraraq onun daha çox nəyə ehtiyac olduğunu müəyyənləşdirir və sinifdə dəstəkləyici mühit yaratmaqla şagirdin özünün davranışını düzəltməsinə şərait yaradır. Baxın, dəstəkləyici mühit fikri həm burada var, həm də Roskrin'in əməkdaşlıq və proaktiv həllərində də var. Yəni, dəstəkləyici mühitin yaradın deyəndə nə başa düşürük? Yəni, şagirdin inkişafı üçün əlverişli mühit yaratmaqla valideynlər və müəllimlər ona uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək eləyə bilərlər deyə vurğulayır. Bu doğru fikirdir. Bayaq dedik ki, ehtiyac sözü seçim nəzəriyyəsindədir və bunun uşağın dəstəyə ehtiyacı olduğu buradan vurğulanmış olur. Çünki müəllim şagirdin nəyə ehtiyac olduğunu tapmalıdır. Sağ qalma ehtiyacına mı, sevgi mənsubiyyəti ehtiyacına mı, gücə ehtiyacına mı, azadlıq ehtiyacına mı, əylənmə ehtiyacına mı? Yəni seçim nəzəriyyəsində neçə dənə ehtiyac var idi? 5 ehtiyac. Yəni bunun hansına ehtiyacı olduğunu dəstəkləyici mühit yaradıb ortaya çıxarda bilər. Dəstəkləyici mühit sözdə dediyim kimi bir burada var, seçim nəzəriyyəsində bir də Roskrin'in əməkdaşlıq və proaktiv həllərində var. İnşallah onlar da qarşımıza çıxanda görərsiniz. B doğrudur. Cavabımız B-dir. C-yə baxırıq. Müəllim şagirdin davranışına səbəb ola biləcək nüansları araşdırmaq üçün valideynlə əlaqə saxlayaraq şagirdin son dövrlərdə baxdığı filmləri araşdırır. Çünki şagirdin davranışının belə olmasının müşahidələrin nəticəsi ola biləcəyini düşünür. Baxın, bu Banduraya aiddir. Harada filmlər, kino, televiziya gördünüz, birin Banduranın sosial öyrənmə və ya müşahidə əsaslı öyrənməsidir. Çünki Bandura deyir ki, sosial emosional təcrübə göstərir ki, insanlar başqalarının davranışını müşahidə edərək yeni davranış formalarını öyrənmiş olurlar. Və burada da onun kimi uşaqlar izləyirlər, ölçürlər, biçirlər. Yəni sosial öyrənmə nəzəriyyəsində müşahidə çox ön planda olan bir vəziyyətdir. Çünki bayaqlarda dedim ki, Albert Bandura nə vurğulayır? Deyir, müşahidə əsaslı öyrənmədə nələr ön planda olmalıdır? 3 modellə uşaqlar öyrənirlər. Canlı modellə, simvolik modellə, sözlü və təlimat modellə. Baxın, televiziya burada simvolik modeldir. Uşaqlar filmi müşahidə edərək öyrənir. Uşaqlar televiziya müşahidə edərək öyrənir. YouTube'a baxır, öyrənir. Bunlar simvolik modellərdir. Amma bir anasına, atasına, başqa bir insana baxıb öyrənsə, bu olur canlı model. Sözlü təlimat modeli də davranışla bağlı təlimat vasitəsindən öyrənir. Yəni, hər hansı bir təlimat verirsən, onun vasitəsindən öyrənir. Bu doğrudur. Filmi harada gördünüz? Bilin, Banduradır. C. Banduraya aiddir, getdi. D-də deyir, müəllim şagirdin davranışını idarə etmək üçün onun sevdiyi fəaliyyətləri araşdıraraq onlardan bir müddət məhrum eləyə bilər. Sevdiyi fəaliyyət nədir? Arzu, sevdiyi fəaliyyəti araşdırır və bir müddət şagirdin davranışını idarə etmək üçün. Baxın, şagirdin davranışını idarə etmək bu müsbət bir hal deyil. Çünki mənfi bir şey var ki, mən onun davranışını idarə edirəm. Arzu olunmayan plus, nədənsə məhrum olma olur, mənfi cəzalandırma. Burada da bu behaviorizm nəzəriyyəsinə aid olmuş oldu. Çünki sevdiyi bir şey tapır, ondan məhrum edir. Məsələn, uşaqları nadinçlik elədiyinə görə həftə sonu harasa çıxar aparmağa icazə vermir, məhrum eləyirik nədənsə. Bu olur mənfi cəza. Məlgiyə deyir, müəllim şagirdin ehtiyacları və situasiyanın tələblərini nəzərə alaraq şagirdin yanında olaraq onunla əməkdaşlıq edib problemi aradan qaldıra bilər. Baxın, onun yanında olaraq bu yanlış yanaşmadır. İstiqamət verərək olmalıdır. Çünki biz demişik, əməkdaşlıq nədir? Müəllim fasilitator kimi çıxış eləməlidir, istiqamət verməlidir. Yanında olaraq sözü yanlışdır. Əməkdaşlığı möhkəmləndirmək üçün müntəzəm sinif iclasları keçirdə bilərəm, davamlı görüşlər təşkil edirəm, şagirdlərin bir-birini, həmçinin müəllimləri, məktəbi ilə müsbət münasibət qurmasına kömək eləyə bilərəm. Yəni, əməkdaşlıq budur. Yoxsa yanında robot kimi durum fırlanım, yox. Əməkdaşlıq istiqamət vermək deməkdir. Yönəldirici suallarla onu istiqamətləndirmək deməkdir. Yanında olmaq sözü yanlışdır. Y bəndi yanlış fikirdir. Yəni, yanında olmaq yox, istiqamət vermək olsaydı,
bunu əməkdaşlığa aid götürə bilərdik. Əməkdaşlıq və proaktiv həllər var. Orada götürə bilərdik. Çünki əməkdaşlığı sevən odur. Əməkdaşlıq və proaktiv həllərdə aid olmuş olur. Çünki Ross-Green nəzəriyyəsində vurğulayır ki, əməkdaşlıq və proaktiv həllər yanaşmasında vurğulayır ki, empatiya qurun, problemi müəyyənləşdirin, əməkdaşlıq qurun. Yəni, əməkdaşlığı görəndə əməkdaşlıq və proaktiv həllər axtarın. O da Ross-Green'indir. Yəni, bunun seçim nəzəriyyəsindən əlaqəsi yoxdur. 5 oldu B bəndi. Keçək 6-cı suala. Valideyn övladının davranışlarına narahat olduğunu müəllimə bildirir. Belə ki, müəllim də şagirdin sinifdə aqressiya göstərdiyini təsdiqləyir. Şagird evdə balaca qardaşına, sinifdə isə digər yoldaşlarına fiziki güc tətbiq eləyir. Və müəllim valideynlə danışandan sonra müəyyənləşdirir ki, şagird son zamanlar şiddətin üstünlük təşkil etdiyi oyunlar oynayır. Və verilmiş situasiyada şagirdin davranışını düzəltmək üçün sosial öyrənmə nəzəriyyəsinə əsasən hansı addımlar atıla bilər? Fikir verirsə, bu demək olar müasir dövrün əsas problemlərindən biridir. Çünki hər hansı bir filmə baxırlar, kinoya baxırlar, incə dediyimiz kimi film varsa, YouTube varsa, bunlardan istifadə edirlərsə, avtomatik bu nə olur? Müşahidə əsaslı öyrənmə olmuş olur. Çünki müşahidə əsaslı öyrənmədə dedik ki, simvolik modellər var, filmlər var, televiziya var, YouTube var, oyunlara baxır. Yəni, sosial öyrənmə nəzəriyyəsinə aiddir. Və Banduraya görə deyir, hansı uyğun gəlir. A-da deyir, müəllim şagirdin davranışını bir müddət göz ardı eləyə bilər. Niyə göz ardı eləsin? O zaman daha da qabarar bu vəziyyət. Doğru deyil. Müəllim şagirdi həftə sonu gediləcək gəzintidən məhrum eləyə bilər. Bu, behaviorizm nəzəriyyəsindədir, nədənsə məhrum eləmək, cəzalandırmaq. Olmaz. Müəllim şagirdin ehtiyaclarını nəzərə alaraq davranışının özünün düzəltməsinə kömək eləyə bilər, yox istiqamət verər, yönəldə bilər, olardı. Yəni, davranışını özünün düzəltməsinə kömək etmək, yox istiqamət vermək olsa olardı. Şagirdin ehtiyaclarını nəzərə alaraq davranışını özünün tənzimləməsinə şərait yarada bilər desə, mümkün olmuş olar. Və bu da Gleyserin seçim nəzəriyyəsinə aid olmuş olar. Çünki müəllim şagirdin ehtiyaclarını nəzərə alır, davranışını onun düzəltməsinə istiqamət verirsə, deməli bu nə olmuş olur? Gleyserin seçim nəzəriyyəsi olmuş olur. Çünki seçim nəzəriyyəsində demiş ki, özünü tənzimləmə bacarığını inkişaf etdirmək lazımdır. Sağ qalma ehtiyacı, sevgi mənsubiyyət ehtiyacı, güc ehtiyacı, azadlıq ehtiyacı, əylənmə ehtiyacı, yəni şagirdlərə istiqamət vermək lazımdır. Bu da olmaz, bizdən sosial öyrənmə Banduranı istəyir, amma C bəndi Gleyserdir. D-də deyir, müəllim valideynlə əməkdaşlıq edib bir müddət şagirdin gün rejimini dəyişməsi üçün oyunlardan çox rəsm fəaliyyətinə cəlb etməyə təklif edir. Baxın, burada da əməkdaşlıq var. Əməkdaşlıq və proaktiv həllərdə də var, sosial öyrənmədə də var. Amma burada deyir ki, müəllim valideynlə əməkdaşlıq edib bir müddət şagirdin gün rejimini dəyişməsi. Burada müəllimlə valideyn arasında əməkdaşlıq, şagirdin yox. Şagirdin gün rejimini dəyişməsi üçün oyunlardan çox rəsm fəaliyyətinə cəlb etməyə təklif eləyir ki, fikrini oradan yayındırmış olsun. Yəni, yalnız oyunlar oynayır, çalışmalıdır ki, o abu-havadan, o dünyadan çıxsın, o belə deyək, düşüncədən çıxsın, artıq başqa bir tərəfə onu istiqamətləndirsin. Yəni, məqsəd odur ki, onu doğru istiqamətə yönəltsin. Oyunlar oyun, çünki oyunlarda, YouTube'dur, filmdir, bunu görəndə Banduranı axtarın və oyunlardan çox rəsmi fəaliyyətə yönəltmək də D bəndindədir. Bu da Albert Banduraya aiddir, cavab D-dir. Y-də deyil. Müəllim şagirdi yoldaşları qarşısında tənbih edərək onu bir müddət sinifdə tək saxlayır. Ümumiyyətlə, tənbih eləmək doğru addım deyil, doğru yanaşma deyil. Cavab Y bəndi olur burada. Əslində oyunlar oynamaq mənfi bir hal deyil. Sadəcə o onu görsəz aqressiv eləyir. Yoldaşlarına fiziki güc tətbiq eləyir artıq. Və valideynlə danışandan sonra müəyyən olunur ki, şagird son zamanlar şiddətin üstünü təşkil etdiyi oyunlar oynayır. Görürsünüz, oyunlar var. Onu, yəni simvolik model var onun həyatında. Çünki filmləri müşahidə eləyərək öyrənir, filmlərdə nəyisə öyrənir və onu həyatda tətbiq edir. Müşahidə var burada. Ona görə D bəndi götürürük. Burada yəni siz güc tətbiq etməni görüb, burada güc, çünki bizdən burada mən bayaqlar demişdim ki, güc ehtiyacı görəndə seçim nəzəriyyəsini götürün.
güc ehtiyacı görəndə, güc nümayiş etdirmək görəndə sosial intizam modelini götürün. Amma burada sırf onu bizdən soruşmur. Sadəcə deyir ki, uşaq güc tətbiq eləyir yoldaşlarına, çünki davamı da var fikrin. Davamı olmasaydı, bu güc nümayiş etdirmək, sosial intizam modelini götürə bilərdi. Həm də bizdən onu soruşmur. Bizdən desəydi ki, güc nümayiş etdirir və sosial intizam modelində, Dreyfusun sosial intizam modelində necə olmalıdır? Ona uyğun cavab axtarardıq. Amma buradan sırf bizim sosial öyrənmə nəzəriyyəsini vurğulayır. Banduranı soruşur bizdən və oyunlar sözü avtomatik göstərir ki, bu Banduradır. Harada filmlər, oyunlar, televiziya gördünüzsə, bilin Albert Banduraya aiddir. Cavab burada olur D bəndi. Sonra 7-ci suala baxırıq. 7-ci sualda bizdən nə istəyir? Deyir ki, uyğunluğu tapın. İnsanlar təkcə birbaşa təcrübələri vasitəsilə deyil, həm də başqalarının hərəkətlərini, bu hərəkətlərin nəticələrini diqqətdə saxlamaqla öyrənirlər. Yəni, müşahidə nəticəsində öyrənirlər. Müşahidəni sevəndə kim idi? Bandura sosial öyrənmə nəzəriyyəsi və ya da müşahidə əsaslı öyrənmə. Bir doğrudur, biri götürürük. Şagirdlərin yanlış davranışına sosial qrupa aid olmama hissi səbəb ola bilər. Bu, sosial intizam modelinə aid fikirdir. Doğrudur, amma yanlışın yanındadır, seçənmərəm. Sosial intizam modeli, yəni Rudolf Dreyfusun modeli gizli mesajı, məntiqi nəticə, sosial qrupa aid olmamaq, diqqət cəlb etmək, güc nümayiş etdirmək, qisas almaq, çarəsizlik hissi, imtina, səhv məqsəd və onun həll yolları, məntiqi nəticələrlə üzləşmək, gizli mesaj ötürmək, məntiqi nəticə ilə tanış olmaq, bunlar varsa, həmişə Dreyfusu götürün. Görürsünüz, sosial qrupa aid olmamadan danışır burada. Ona görə də biz bunu sosial qrupa aid olmamı deyirsə, Dreyfus götürür. Doğrudur, amma yanlışın yanındadır, seçənmər. Çünki bu çarəsizlik hissi və imtinaya aiddir. Çarəsizlik hissi imtinana nə deyir? Uşağın məqsədi təslim olmaq, tək qalmaqdır. Uşağın inancı odur ki, mən acizəm, mən bacarmıram, başqalarını məndən heç şey gözləməməyinə inandıracağım deyil. Gizli mesajda isə vurğulayır ki, uğurlarımı vurğulayın, cəsarətləndirilməyə ehtiyacım var. Bunun həll yolları odur ki, müəllim eyni metodu dəfələrlə istifadə eləməsin, hər dəfə təlimatı daha kiçik hissələrlə ötürsün, uşağın özünə müsbətləri təlqin eləməyi öyrətsin, səhvlərdən doğru nəticə çıxartmağı təmin eləsin ki, sosial qrupa aid olmama hissindən bu çıxsın, yəni bu çarəsizlik hissindən, imtinadan uzaqlaşsın. Üçüncüdə deyir ki, uşaqlar lazım olan bacarıqlara sahib olmadıqda ətraf mühitə uyğunlaşmaqda çətinlik çəkirlər ki, bu da onların davranışına təzahür eləyir. Bu da proaktiv həllərə aiddir. Roscrin'in proaktiv həllərinə. Bu yanlış bir dəqiqə, burada yanlışa doğru yazıbsa biz bunu seçə bilmərik. Çünki seçim nəzəriyyəsi yazıb. Olmaz. Çünki proaktiv həllər vurğulayır ki, dəstəkləyici mühit yaradın, problemin həllinə diqqət yetirin, diqqətinizi cəmləşdirin, empatiya qurun, problemi müəyyən edin, əməkdaşlıq qurun. Hamısı proaktiv həllərdə yer almış olur. Və burada da məqsədyönlü dəstəyin olacağı vurğulanır. Uşaq çətinlik çəkirsə, müəllim ona istiqamət verməlidir və yaxud da müəllim şagirdin davranışı qəsdən etmədiyini anlamalıdır, əgər bir uşaq bir işi qəsdən eləmirsə. Şagirdlərin öhdəsindən gəlməkdə çətinlik çəkdikləri tapşırıqları müəyyən etmək üçün şagirdlərlə əməkdaşlıq etməyə şərait yaratmalıdır, əlverişli mühit qurmalıdır. Bayaqlar yadınızda demişdim, əlverişli mühit proaktiv əməkdaşlıq və proaktiv həllərdə də yer almış olur. Bayaq onu sizə vurğulamışdım ki, dəstəkləyici mühit həm Gleiser'in seçim nəzəriyyəsində var, həm də Roscrin'in əməkdaşlıq və proaktiv həllərində var. Və müəllim şagirdlərin zəif olan bacarıqlarını inkişaf etdirməyə yardım etmək üçün məqsədyönlü dəstək göstərirsə, əlverişli mühit yaradır deməkdir. Bu da doğru fikirdir. Yəni, üçü doğru götürürük. Mən özüm əlavə fikirlərdə deyirəm ki, özünüzdə qeydlər götürün. Doğrudur, yanlışa doğru deyib seçənmərik. 4-də deyir, insanın daxili motivasiyasını, əsasını hisslər və ehtiyaclar təşkil edir və bu onun davranışlarını istiqamətləndirir. Harada hiss, ehtiyac gördünüzsə, seçim nəzəriyyəsi Gleiser babanı götürməliyik. Amma bu əməkdaşlıq proaktiv həllər yazıb yanlışa yanlış dediyi üçün doğrudur. Cavabımız D bəndi olmuş oldu. Yəni, harada Gleiser'in seçim nəzəriyyəsi varsa, orada hisslər var, ehtiyac var, əyləncə ehtiyacı var, sevgi, mənsubiyyət ehtiyacı var, dəstəkləyici mühit var, daxili motivasiya var. Hiss, ehtiyacı görəndə Gleiser seçim nəzəriyyəsini axtarın. Cavab 1, 4, D bəndi olmuş oldu.
8-ci sual. Şagirdə ona tapşırılan rəsmləri çəkmədiyi üçün bugünkü rəsmlərlə bərabər onları da hazırlayaraq təhvil vermək tapşırıldı. Müəllimin bu addımı operant şərtlənmə nəzəriyyəsinə görə nə hesab olunur? Bu da behaviorizm nəzəriyyəsidir. Skinnerin. Baxın, çəkmədiyidir. Rəsmi çəkmirsə arzu olunanda arzu olunmayan. Deməli, arzu olunmayan plus hazırlayaraq təhvil vermək tapşırdı. Yəni əlavə iş verdi. Arzu olunmayan plus əlavə iş, müsbət cəzalandırma olur D bəndi. Dediyim açar sözləri özünüzdə qeyd edərsəz rahat tapa bilərsiniz. Məktəbi təmsil edən şagird olimpiyadada 1-ci yerə layiq görüldü. Arzu olunanda arzu olunmayan 1-ci yerdir. Arzu olunandır. Deməli, arzu olunan plus aldığı diplomla məktəbə qayıdan şagirdə məktəb rəhbərliyi tərəfindən fəxri fərman verildi. Görürsünüz, əlavə bir şey verildi. Nədənsə məhrum eləmədilər. Arzu olunan plus əlavə iş, müsbət gücləndirmə olmuş olur. O da C bəndi olur. Keçək 10-cu suala. Verilmiş situasiyalardan hansı seçim nəzəriyyəsinə uyğun yanaşmadır? Seçim nəzəriyyəsinə baxaq görə hansıdır? Şagirdlərdən biri lazımsız kağızları yerə atır, buna görə təmizlik etmək üçün müəllim onu dərsdən sonra təmizlik etmək üçün sinifdə saxlayır. Baxın, kağızları yerə atmaq arzu olunmayan, dərsdən sonra saxlayırsa əlavə işdir. Arzu olunmayan plus əlavə iş müsbət cəzadır. Bu behaviorizm nəzəriyyəsidir. Operant şərtlənmə, seçənmərəm bunu bizdən seçim nəzəriyyəsini istəyir. Bir müddətdir ki, şagirdlərdən biri dərslərə davamiyyətinə diqqət etmir, tez-tez dərs buraxır, müəllim onu cəzalandırmaq üçün tədbir görür. Dərsə davamiyyəti yoxdur. Tez-tez dərs buraxırsa nədir bu? Arzu olunmayan və cəza varsa da əlavə işdir. Arzu olunmayan plus əlavə iş mənfi cəzalandırmadır. Yəni, cəza versən, nəyisə əlavə bir iş tapşırsan ona. Uşaq oyuncaqlarından səliqəsiz istifadə edir, onları qırır. Valideyn onlardan düzgün istifadəni öyrənənə dək, yeni oyuncaq almayacağını bildirir. Səliqəsizlik varsa arzu olunmayandır, almayacağını bildirir. Yeni oyuncaq almayacağını, yəni cəza verir də bir növ ona eləməyəcəyini bildirir, mənfi cəzalandırma olmuş olur. Çünki 2 dənə mənfi hal var. 2 mənfi hal olanda mənfi cəzalandırma olur. Yəni, nədənsə məhrum edir, almayacağını göstərir. Mənfi cəzalandırma. Mən B bəndini cəzalandırmaya əlavə işlədim. Bu məhrum olmadı, üzrü sayın. Deyirəm, axı, nə sözüm çaşdım. B bəndində dərsə, yəni düz dedim mənfi cəzanı, sadəcə cəzalandırmaya əlavə işlədim. Yox, yəni nədənsə məhrum edir cəza verirsə. Dərsə davamiyyətinə diqqət yetirmir, arzu olunmayan plus cəza mənfi cəzadır. Səliqəsiz, C bəndində səliqəsiz arzu olunmayan, alınmayacağını bildirir cəzadır. Yəni, nədənsə məhrum eləmiş olur. Ona görə bu olur mənfi cəza. Çünki mənfi cəzada deyirik ki, arzu olunmayan plus işin azaldılması. Yəni, nədənsə məhrum olma. D-dir, şagird yoldaşının ay boyu müsbət davranışına görə təşəkkürnamə ilə tərtib edildiyini görür. O da davranışlarında bəzi dəyişikliklər etmək qərarına gəlir. Kimdir? Müşahidə eləyən, əlbəttə ki, bandura. Bandura deyək ki, bir-birinə baxırlar, daha da həvəslənirlər. Harada demişəm, həvəs, plus cəhd varsa, o banduradır. Sosial öyrənmə nəzəriyyəsidir. Bizdən amma seçim nəzəriyyəsini istəyir, bunu götürənmərəm. Şagirdlərə təqdim edilən sorğunun nəticəsinə əsasən onlar qrup və fərdi işə cəlb olunurlar, nəticədə daha effektiv nəticə əldə eləmiş olurlar. Seçim nəzəriyyəsində biz demişdik ki, ümumiyyətlə, müəllimlər dəstəkləyici mühit yaratmalıdırlar və bunlar da hamısı onların effektiv nəticə əldə eləməsinə kömək etmiş olur. Cavabımız ona görə Y bəndidir. Yəni, Y bəndində vurğulandığı kimi məqsəd odur ki, uşaqlarda bir növ həmən o ehtiyacların qarşısı alınsın. Yəni, sevgi mənsubiyyət ehtiyacı, güc ehtiyacı, sağ qalma ehtiyacı, azadlıq ehtiyacı, əylənmə ehtiyacı. Yəni, bunları, bu ehtiyacların qarşısını almaq üçün qrup və fərdi işə cəlb edirik. Nəticədə də daha effektiv nəticə əldə olunur. Ümumiyyətlə, seçim nəzəriyyəsində vurğulanır ki, məktəb mühitini yaxşılaşdırmaq üçün nələr eləmək lazımdır. Ümumiyyətlə, şagirdlərin keyfiyyət anlayışını dərs tapşırıqlarına tətbiq etməyə təşviq eləməliyik. Onları birləşdirməyin yollarını təklif eləməliyik. Məktəbdəki fəaliyyətlərini, nizam-intizamını, yardımsevərliklərini, bir-birlərinin, yəni məktəbdəki əhvallarını qiymətləndirmələrini istəməliyik. Yəni, şagirdləri problemlərə sahib çıxmağa, həll yolları tapmağa sövq eləməliyik. Yəni,
başqalarına təhlükə yaradan davranışlara tolerantlıq göstərməyin bir növ önəmli olduğunu vurğulamalıyıq. Yəni fərdi və ya qrup problemlərini həll etmək, əməkdaşlığı möhkəmləndirmək üçün müntəzəm sinif iclasları keçirmək lazımdır. Davamlı görüşlər şagirdlərin bir-birlərini, müəllimləri, məktəbi ilə müsbət münasibət qurmasına kömək edəcəyini vurğulamalıyıq. Yəni bu da olur əməkdaşlığın formalaşması, yəni proaktiv həllərə də aid ola bilər. Amma buradan onu istəmir. Bizdən seçim nəzəriyyəsini istəyir və seçim nəzəriyyəsi də Gleyserindir. Cavab Y bəndini doğru götürürük. 11-ci sualda deyir ki, dərsin müəyyən hissəsində şagirdlərdən biri ayağa qalxır və daha otura bilmədiyini, dərsin çox maraqsız olduğunu bildirir. Müəllim digər şagirdlərin də belə edəcəyini düşünərək həmin şagirdi danlayır, bir də belə hal yaşansa, hər bir şagirdi cəzalandıracağı ilə bağlı xəbərdarlıq edir. Şagird yerində əyləşir, sinifdə sakitçilik yaransa da o dərsi dinləmir. Verilmiş situasiya ilə bağlı hansı fikri söyləmək olar? Fikir verin, burada bu cümlə sizə nəyə xatırladır? Əvvəlki nəzəriyyələrdən bir də belə hal yaşansa, hər bir şagird cəzalanacaq. Bu, Kolbergin mənəvi inkişaf nəzəriyyəsinin itaət cəza mərhələsindədir. Baxaq, görək ondan da bağlı fikir varmı? Adı bir də deyir ki, müəllim dərsdə davranış pozuntusu olduqda cəza ilə yox, bu davranışa səbəb olan amilləri araşdırıb, şagirdlərin ehtiyaclarına əsasən yanlış davranışlarını idarə eləyə bilirlər. Bəli, bu ehtiyacları əsasən eləmək çox önəmlidir ki, görün, yəni sevgi ehtiyacıdır, mənsubiyyət ehtiyacı, güc ehtiyacı və s. Bir doğrudur. Yəni, prosedurla gözlənti qoymasın, sonra sən cəza verə bilərsən qayda pozulsa, yoxsa elə bir dəfə pozulan kimi davranış pozuntusunda cəza vermirsən, qayda pozulsa cəza ola bilər. Yəni, sən prosedur qoyursan, o pozulsa qayda qoy, qayda pozulsa cəza verməlisən. Bir doğrudur. Müəllim şagirdi danlamaqla doğru etmir, şagirdin də dərsə qulaq asmaması düzgün deyil. Bu da doğrudur. Bura kimi doğrudur. Çünkidən sonrası yanlışdır. Niyə? Çünki dərsin necə keçməsindən asılı olmayaraq hər bir şagird dərsi dinləməlidir. Dərsin düzdür, hər bir şagird dinləməlidir. Amma dərsin necə keçməsindən asılı olmayaraq fikri absurd fikirdir. Əlbəttə ki, dərsin keçməsi, necə keçməsi önəmlidir. Sən avtoritar üslubda bəlkə keçdin. Olmaz axı elə. 2 yanlışdır. Müəllimin mənəvi inkişaf baxımından itaət cəza mərhələsində olduğunu deyə bilərik. Doğrudur. Çünki deyir, bunu etməsən cəzalanacaqsan. 3 doğrudur. Müəllim şagirdlərin davranışını idarə etmək üçün valideyn iclası təşkil edərək hər bir şagird haqqında məlumat verib, valideynlərin köməyi ilə problemi həll edə bilər. Baxın, valideyn iclası keçirə bilər, amma hər bir şagird haqqında olmaz. O zaman konfidensiallıq pozular. Çünki hər elə şagirdlərdə bu gizliliyi qorumaq lazımdır. Hər bir otaqda bir müəllim oturub, valideynlər ona yaxınlaşıb, şagird övladı haqqında məlumat əldə edə bilərlər. Yoxsa hər bir şagird haqqında valideyn iclasını danışanda qarışqa bomba olmuş olur. Olmaz. Müəllim şagirdi emosional olaraq qəbul etmə mərhələsinə çatdırmaq cəhdi uğursuz olur. Doğrudur. Çünki birinci cümlədə göstərir onu ki, şagirdlərdən biri ayağa qalxır, daha otura bilmədiyini, dərsin çox maraqsız olduğunu bildirir. Yəni, qəbul eləyə bilmir, amma müəllim deyir. Qəbul etmə mərhələsinə çatmıyor belə şey. Əgər şagird müəllimi diqqətlə dinləsəydi, o zaman qəbul etmə mərhələsində olardı, emosional taksonomiya olaraq. Deməli, 5 də doğrudur, çünki deyir, uğursuz olubdur. 6-da deyir, davranış pozuntusu sərgiləyən şagirdin bədən kinestetik intellekti sahib olduğunu deyə bilərik. Bəli, yerində durmur, xaosa meyilli uşaqdır. Görürsünüz, yenə də dərsi dinləmir, əyləşmir yerində, otura bilmir, hiperaktivdirsə, bu bədən kinestetik təlimə aiddir. Cavab həm A-dır, həm B-dir. Həm 1, 3, 5, 6-dır cavab. Ona görə A da B də uyğun olmuş olur. 12-ci suala baxırıq, uyğunluq istəyir. Şagirdlərin öhdəsindən gəlməkdə çətinlik çəkdikləri tapşırıqları müəyyən etmək üçün şagirdlə əməkdaşlıq etmək əhatə edir. Əməkdaşlığı demişəm görəndə ya sosial öyrənməni götürün, ya da əməkdaşlıq proaktiv həlləri götürün. O da hansı var? Əməkdaşlıq və proaktiv həllər var. Həmçinin burada çətinlik çəkdiyi tapşırıqlar deyirsə, mütləq əməkdaşlıq proaktiv həllər olmalıdır. Çünki çətinlik çəkməni sosial öyrənmə sevmir. Sosial öyrənmə sadəcə əməkdaşlığı deyil, sövq eləyir. Münbit mühit yaratmağa çalışır. Amma çətinlik çəkdiyi məqam plus əməkdaşlıq gördüksə, o zaman əməkdaşlıq və proaktiv həlləri götürə bilərik.
Çünki əməkdaşlıq və proaktiv həllər nəyi sevir? Məqsədyönlü dəstəyi sevir, əməkdaşlıq etməyi sevir, əlverişli mühit yaratmanı sevir. O da, yəni Roscreenin bu nəzəriyyəsində əməkdaşlıq vurğulanır. Doğrudur. 2 də deyir. Şagirdlər yoldaşlarının davranışlarına diqqət edib, onları baxın, diqqət edib deyirsə, deməli müşahidə edib deməkdir. Onları təkrarlamaqla yeni davranış nümunələri qazanırlar. Baxın, müşahidə edirsə, təkrarlayırsa, bu sosial öyrənmədir. Albert Banduranındır. Amma bu sosial intizam modeli Dreykus yazıb. Olmaz. Təkrarlamaq var, diqqət etmək varsa, bu sosial öyrənmədir. Albert Banduranın nəzəriyyəsidir. Yanlışdır. 2-ni götürmürəm. Şagirdlərə öz düşüncələrini və hisslərini ifadə etmək üçün imkanların yaradılması, onlarda sevgi və mənsubiyyət hissini təşviq etməyə yardım edə bilər. Bu Gleiser nəzəriyyəsinə aiddir. Çünki Gleiser nəzəriyyəsinə, seçim nəzəriyyəsinə dedik ki, insanların 5 əsas ehtiyacı var. Sağ qalma ehtiyacı, sevgi, mənsubiyyət ehtiyacı, güc ehtiyacı, azadlıq ehtiyacı və əylənmə ehtiyacı. Burada da sevgi və mənsubiyyət ehtiyacından danışır. Sevgi, mənsubiyyət ehtiyacı ümumiyyətlə nədir? Yəni, həmyaşıdları tərəfindən qəbul edilməyən şagirdlər öyrənmə prosesini pozacaq şəkildə davranırlar. Müəllimlər inamın inkişaf etdirildiyi qarşıkeş öyrənmə mühiti yaratmalıdır. Ümumiyyətlə, müəllimlər tərəfindən sevilməyən şagirdlər öyrənmə prosesini pozmağa meyilli olurlar. Yəni, bu nəzəriyyədə ən mühüm ehtiyac mən deyərəm ki, sevgi və mənsubiyyət ehtiyacıdır. Çünki şagirdlərlə müəllimlər arasında münasibətlərin qurulması çox-çox önəmli faktordur. Çünki idarəçilikdə, yəni müəllimlər, idarəçilər tolerantlığı inkişaf etdirməli, hörmətin inkişaf etdirildiyi bir mühit yaratmaqla bu sevgi, mənsubiyyət ehtiyacını qarşılaya bilərlər. Doğru fikirdir, yanlışın haqqında seçə bilmərəm. Müəllim şagirdlərin zəif olan bacarıqlarını inkişaf etdirməyə yardım etmək üçün məqsədyönlü dəstək göstərə bilər. Məqsədyönlü dəstək yadınıza saxlayın ki, əməkdaşlıq və proaktiv həllərdədir, Roscreenindir. Yəni, uşaqlar lazım olan bacarıqlara sahib olmadıqda, ətraf mühitə uyğunlaşmaqda çətinlik çəkirlər ki, bu da onların davranışına təzahür eləmiş olur. Yəni, şagirddə lazım olan bacarıqlar formalaşmayanda onun davranışındakı negativ halları aradan qaldırmaq mümkün olur bu əməkdaşlıq və proaktiv həllərə görə. Bu amma operant şərtlənmə nəzəriyyəsi yazıbdır. Yəni, behaviorizm Skinner nəzəriyyəsini qeyd edib. Yanlışdır, yanlışa yanlış dediyi üçün doğrudur. Cavabımız burada A bəndə olur. Yəni, özünüzdə mütləq qeyd edin ki, məqsədyönlü dəstəyi görən kimi əməkdaşlıq və proaktiv həllər axtarın. Empatiya qurun, əməkdaşlıq eləyin, problemi müəyyən edin, dəstəkləyici mühit yaradın, problemin həllinə diqqət yetirin, diqqətinizi cəmləşdirin kimi fikirlər hamısı məqsədyönlü dəstəkdə, yəni əməkdaşlıq və proaktiv həllərdə yer alır. 13-cü suala baxırıq. Sinifdə şagirdlərdən biri davamlı şəkildə yoldaşı tərəfindən incidilir. Müəllim bu halı müşahidə etməsinə baxmayaraq heç bir tədbir görmür, düşünür ki, vaxt itkisinə yol vermədən mövzunu izah etsin. Bu situasiyada verilənlərə əsasən müəllimin sinifdə fəaliyyəti haqqında hansı fikir doğrudur? Baxaq, yoldaşı tərəfindən incidilir, Bir də deyir, müəllimin şagirdləri fiziki və psixi zorakılıq halından qorunmaması onun peşəkarlıq və fərdi məsuliyyət etik prinsipini pozduğunu deyir. Bəli, müəllim burada peşəkarcasına yanaşmır, müəllim burada öz peşəsinə bir növ xələl gətirmiş olur adına. Peşəkarlıq və fərdi məsuliyyət ümumiyyətlə vurğulayır ki, müəllim mütləq şəkildə öz peşəsinə, nüfuzuna düzgün şəkildə riayət etməlidir. Onu düzgün şəkildə, yəni peşəkar səviyyədə yerinə yetirməyə borçludur öz peşəsini. Ona görə biri götürə bilərik. Çünki burada gördüyünüz kimi müəllim bu halı müşahidə etməsinə baxmayaraq heç bir tədbir görmür, yəni peşəkar yanaşmır deməkdir. Bir doğrudur. Müəllim şagirdin mövcud davranışından bağlı hər hansı tədbir görməməsi digər şagirdlər tərəfindən bu davranışın təkrarlanmasına şərait yarada bilər. Bəli, yəni müəllim mövcud davranışla bağlı heç bir tədbir görmür. Uşaqlar da elə bilir ki, bu yaxşıdır. Onu deyən kimdir? Albert Bandura idi. Müşahidə əsaslı öyrənmədə, sosial öyrənmədə necə deyirdi? Yəni, uşaqlar müşahidə edirlər. Bir uşaq səhv bir hərəkət eləyirsə, uşaq da ona baxır, eləyir ki, deyir, onsuz da müəllim ona heç demədi ki, deməli, bu doğru yanaşmadır. Deməli, bu təkrarlanmanı görəndə Albert Banduranı götürməliyik. Deməli, burada cavabımız nə oldu? Harada təkrarlamaqla sözünü gördünüzsə, bilin ki, təkrarlamaqla sözü Albert Banduraya aiddir. 2 doğrudur.
3-də deyir ki, şagirdlər arasında mövcud münasibətlər müəllimin sosial-emosional öyrənmənin tədrisə inteqrasiyasını təmin etmədiyini söyləməyə əsas verir. Bəli, müəllimlə şagird arasında düzgün münasibət yoxdur. Vaxt itkisinə yol vermədən mövzunu izah edir və heç bir tədbir görmür. Sosial-emosional öyrənmə heç burada adını çəkə bilməli. Çünki müəllim mövcud münasibətləri tənzimləyə bilmir, sinfi düzgün şəkildə idarə eləyə bilmir. Sosial-emosional öyrənmədə çünki biz vurğuluyurduq ki, empatiya hissi olmalıdır, hörmət olmalıdır, emosiyaları yaxşı istiqamətə yönətməlidir müəllim, konstruktiv yanaşmalıdır, başqalarının hisslərini anlamağa yönətməlidir, refleksiya eləməlidir, açıq tipli suallar verməlidir, yumşaq bacarıqları inkişaf etdirməlidir. Ancaq müəllim burada heç bir nə yumşaq bacarıq, nə idraki bacarıq, heç birini məhəl qoymur. Bu doğrudur. 3-də götürürük, 4-də deyir ki, müəllimin mövcud halını dərs izahına mane olmasına şərait yaratmaması səriştəsizliyinin göstəricisidir, əksinə, bacarıqsızlığının göstəricisidir ki, həmçinin peşəkar yanaşmamasının göstəricisidir. Peşəkar yanaşmır ki, amma burada səriştəli, bacarıqlı yanaşır, kompetensiyalıdır. Səriştəsiz müəllimdir ki, əhəmiyyət vermir. 4 yanlışdır. Müəllimin addımı şagirdlərin ləyaqətini qorumaq məqsədi ilə daşıdığından pedaqoji baxımdan məqbul hesab olunur. Müəllimin ümumiyyətlə addımı başdan səhvdir. Balıq başdan iylənər. Burada nə ləyaqətdən söhbət gedə bilər, müəllimin onsuz addımı yanlışdır. 5 yanlışdır. Müəllim tərəfindən şagirdin bullyingə məruz qaldığını demək olar. Xeyr, müəllim birinci cümləyə baxın, birdə deyir ki, sinifdə şagirdlərdən biri davamlı şəkildə yoldaşı tərəfindən incidilir. Baxın, məqsədli bullying var burada, yoldaşı onu incidir. Müəllim tərəfindən incidilmir, yazıq müəllimin burada nə işi var? Yəni, müəllimin haqqında girməyib burada, düzdür, elədikləri düzgün hərəkət deyil, heç bir tədbir görməməsi. Amma müəllim tərəfindən də bullyingə məruz qalmır, yoldaş tərəfindən qalır. 6 da yanlışdır, cavabımız B bəndi oldu. 14-cü sualda deyir ki, müəllim şagirdləri xalça muzeyinə aparmağı planlaşdırır. Şagirdlərdə sıra mədəniyyəti formalaşdırmaq üçün prosesi sinifdə rollu oyun şəklində nümayiş etdirir. Şagirdlər davranışı müşahidə edirlər və ekskursiya zamanı ona uyğun davranırlar. Verilmiş situasiya ilə uyğunluq təşkil edən situasiyanı müəyyən edin. Burada açar sözümüz nədir? Müşahidə və sıra mədəniyyətini formalaşdırmaq üçün. Sıra mədəniyyətində deməli problem var. Onu formalaşdırmaq üçün müəllim rollu oyun şəklində prosesi nümayiş elətdirir və uşaqlar da bunu müşahidə edirlər. Müşahidə də hardaydı? Albert Bandurada. Davranışı müşahidə edib təqlid eləmək, sosial-emosional öyrənmə və yaxud da müşahidə əsaslı öyrənmə olan Albert Banduranın nəzəriyyəsindədir. Baxaq görək bununla əlaqədar uyğun olan hansıdır? A-da deyir ki, şagird davamlı şəkildə dərsə gecikir, müəllim gecikmənin qarşısını almaq üçün şagirdin valideyninə xəbərdarlıq mesajı göndərir. Burada gecikməklə bağlı bir məqam yoxdur. Sıra mədəniyyətini formalaşdırma ilə bağlı bir məqam var. Deməli, A yanlışdır. Gecikmək burada vurğulanmayıb. Şagird yoldaşlarına qarşı qeyri-etik hərəkətlər edir. Psixoloq şagirdin davranışlarını təhlil etdikdə son dövrlər uşaqlar arasında sevilən filmin elementlərini aşkarlayır. Mən bayaq vurğuladım ki, film, televiziya, belə şeylər görəndə bilin ki, Albert Banduranı sosial-emosional öyrənmə nəzəriyyəsini vurğuluyur. Burada, yəni müşahidə çox önəmlidir, özünə inam çox önəmlidir, başqalarının hərəkətini, davranışı müşahidə edib təqlid eləmək önəmlidir, başqalarının hərəkətlərini, bu hərəkətlərin nəticələrini diqqətdə saxlamaqla öyrənmək önəmlidir və yəni önəmlidir deyəndə bu nəzəriyyədə vurğulanır. Və film, televiziya baxıb nə isə öyrənirsə, burada sosial öyrənmə nəzəriyyəsinin, Banduranın nəzəriyyəsinin olduğu göstərilir. Ona görə B bəndidir cavab. Və o simvolik modeldən istifadə edir öyrənir. Biz demişdik ki, Bandura müşahidə əsaslı öyrənmənin neçə modelini müəyyən edir? 1. Canlı model, 2. Simvolik model, 3. Sözlü təlimat modeli. Canlı model odur ki, digər insanları canlı olaraq müşahidə edib öyrənirəm. Simvolik modeli isə odur ki, filmi, televiziyanı, YouTube-dan nə isə müşahidə edib öyrənirəm. Sözlü təlimat da odur ki, davranışla bağlı təlimat vasitəsindən öyrənirəm. Bu indi simvolik modellə öyrənir. Ona görə bu doğru cavab olmuş olur. Cavab B bəndidir. C-də deyir ki, sinif yoldaşlarına qarşı kobudluq edən şagirdin belə davranmasına səbəb müəllimin davamlı şəkildə onu digərlərinə müqayisə etməsi. Burada davamlı şəkildə kimsə müqayisə eləmirlər. Bu yanlışdır.
Nəbatət bağını ekskursiya təşkil edən müəllim şagirdlərə davranış qaydalarına əməl etdikləri halda növbəti ayda da başqa maraqlı bir məkana gedəcəyini bildirir. Burada elə bir məqam yoxdur ki, ekskursiya gələn ay belə bir yerə də gedirik əlavə olaraq. Elə şey vurğulanmır. Burada sadəcə problem sıra mədəniyyətini formalaşdırmaqda, o da qeyri-etik hərəkətlərinə görə. Çünki uşaq filmə baxıb, kinoya baxıb, görüb orada nəyisə götürüb, bir dənə bir mənfi bir hərəkəti gəlib onu da dəstəkləyir və sıra mədəniyyəti, daha doğrusu sıranı pozur, dərsdə xaos yaradır və müəllim də ekskursiya zamanı sıra mədəniyyətini formalaşdırmaq üçün buna əməl olunmasını istəyir. Onlar da buna uyğun hərəkət edirlər və ona uyğun davranırlar. Ev tapşırıqlarını yerinə yetirməyən şagirdin dərsə marağını artırmaq üçün müəllim fərqli metodlarla tədrisi təşkil edir. Özündə doğru fikir ola bilər, sadəcə bizim situasiya ilə əlaqəsi yoxdur. Bizdə ev tapşırığı vurğulanmayıb. Cavab B bəndi olur. 15-ə baxıram. Uyğunluq istəyim. Sosial öyrənmə nəzəriyyəsinə əsasən sinifdə tapşırıq edən şagird müəllim tərəfindən mükafatlandırılarsa, digər şagird də ona baxıb davranışı müsbətə doğru dəyişə bilər. Bəli, uşaq ona baxır, o da həvəslənir və cəhd edir. Harda həvəs plus cəhd fikrini gördünüzsə, bilin ki, Banduranın sosial öyrənmə nəzəriyyəsinə aiddir. Doğrudur bu. Çünki uşaq ona baxıb həvəsləyir. Şagird müşahidə etdiyi davranışın dəyərləndirildiyini görəndə həmin davranışı etməyə çünki həvəsli olur. 2-də deyir, seçim nəzəriyyəsinə əsasən müəllimlər tərəfindən sevilməyən şagirdlərin öyrənmə prosesini pozacaq davranışları digər şagirdlərin nisbətən daha çox ola bilər. Doğru fikirdir. Çünki nə deyir bizdən? Seçim nəzəriyyəsindən vurğuluyur. Yəni, Gleiserin nəzəriyyəsində vurğuluyur ki, müəllimlər tərəfindən sevilməyən şagirdlər öyrənmə prosesini pozacaq davranışları digər şagirdlərin nisbətən daha çox olur. Çünki onlardan nə yoxdur? Sevgi və mənsubiyyət hisslərini təşviq olunmuyubdur. Seçim nəzəriyyəsində nələr önəmlidir? Hisslər və ehtiyaclar önəmlidir. Demişdik, sağ qalma ehtiyacı var, sevgi, mənsubiyyət ehtiyacı var, gücə ehtiyacı var, azadlıq ehtiyacı var, əylənmə ehtiyacı var. Burada da nə var? Sevgi və mənsubiyyət ehtiyacında problem var. Yəni, sevilmir deyə o digər şagirdlərdən, sevilməyən şagirdlərin öyrənmə prosesini pozacaq davranışlar digərlərindən daha çox olmuş olur. Çünki sevgi, deyərəm ki, yəni bu ehtiyacların içində sevgi və mənsubiyyət ehtiyacı ən mühüm ehtiyac hesab olunur. Ona görə 2 doğrudur. 3-ə baxırıq. 3-də nə istəyir bizdən? Sosial öyrənməyə əsasən şagirdlər yalnız canlı gördüyü hərəkətləri deyil, eyni zamanda film və televiziya gördükləri hərəkətləri də təkrarlaya bilirlər. Bəli, simvolik televiziya görəndə Banduranı axtarın və simvolik model adlanmış olur. Doğrudur, yanlışını adladır seçənlərə. Seçim nəzəriyyəsinə əsasən müəllimlər şagirdlərə davranışlarına səbəb olan halları müəyyən etməyə kömək edə bilər. Bu da şagirdlərə hisslərini təşviq etdiyi reaksiyaları dəyişmək imkanı verər. Nəyə görə doğrudur bu fikir? Çünki müəllim onlara, şagirdlərə davranışlarına səbəb olan halları müəyyən etməyə kömək edir. Yəni, nə üçündür? Ehtiyacı nəyədir? Sevgi, mənsubiyyət ehtiyacı var, gücə ehtiyacı mı var? Yəni, mənəvi inkişafı dəstəkləyən mühit yaratmaq üçün mütləq şəkildə bunlar lazımdır. Və müəllim də bunları müəyyən edir, hisslərini təşviq edir, reaksiyaları dəyişmək imkanı verir. Yəni, uşaqlara məsələn, sağ qalmaq üçün qida, sığınacaq, fiziki rahatlıq önəmlidir. Nə bilim, sevgi və mənsubiyyət ehtiyacında şagirdlərlə müəllim arasında münasibətlərin qurulması önəmlidir. Güc ehtiyacında şəxsi inkişafla bağlıdır. Yəni, bunları belə vurğulaya bilərik ki, o da onların hisslərini daha da reaksiyalarının dəyişməsinə, əlbəttə ki, müsbətə doğru dəyişməsinə sövq edir. Bu da doğru fikirdir. Yanlışını adladır, seçənmərəm. Cavab A bəndidir. 16-cı suala baxırıq. 16-da deyir ki, verilmiş fikirlərdən hansı yanlışdır? Seçim nəzəriyyəsinə əsasən müəllimlər şagirdlərin davranışlarına birbaşa nəzarət edə bilməzlər. Çünki şagirdlər öz hisslərini necə idarə edəcəklərini özləri seçir. Bəli, seçim nəzəriyyəsində
Öncə dediyimiz kimi və şagirdlər, müəllimlər şagirdlərin davranışına birbaşa nəzarət eləmirlər, öz hisslərini necə idarə edəcəklərini özləri seçirlər. Yəni onlarda belə deyək, şagirdlərdə özünü tənzimləmə bacarığı, özünü nəzarət bacarığı olur. Metakognitiv bacarıqlar olur. Sadəcə ehtiyac olur. Nəyə ehtiyac olur? Çünki bu nəzəriyyə deyir ki, müəllimlər şagirdlərə davranışlarına səbəb olan halları müəyyən etməyə kömək eləməlidirlər ki, bu da onlarda öz hisslərini təşviq etdiyi reaksiyaları dəyişmə imkanı verəcəkdir. Yəni müəllimlər də bunu eləyəndə şagirdlərin davranışları dəyişmiş olacaqdır. Yəni insanların 5 əsas ehtiyacı olan sağ qalma, sevgi, mənsubiyyət, güc, azadlıq və əylənmə daxili motivasiyasının mənbəyi hesab olunur. Və burada da bu sadaladıqlarım insan davranışlarını da həmçinin istiqamətləndirir. Həmçinin sinif otaqlarını şagirdlərin öyrənə biləcəyi bir məkana çevirir bu fikirlər. Ümumiyyətlə bu nəzəriyyə, yəni seçim nəzəriyyəsi məktəb müəllim heyətinin, təlim məktəb mühitinin formalaşmasında yaxından iştirak edir. Şagirdlərin həmyaşıdlarla güclü əlaqələr qurmasında yaxından iştirak edir. Yəni özünü tənzimləmə, özünü nəzarət burada yer almış olur. Doğrudur bu. Sosial öyrənmə nəzəriyyəsinə görə isə həm idrak, həm də ətraf mühit amilləri müşahidə olunan davranışa və öyrənmə prosesinə təsir edir. Bəli, həm idraki olaraq, həm də bu ətraf mühit amillərinin müşahidə olunan davranışa, öyrənmə prosesinə təsir edir. Bəli, müşahidə olunan davranışa həm idraki baxımdan, həm sosial baxımdan təsir əlbəttə ki, qaçınılmazdır. Çünki Albert Bandura vurğulayır ki, ətraf mühitlə əlaqədə olanda, ətraf mühitlə, yəni insanlarla qarşılıqlı münasibətdə olanda öyrənmə daha effektiv şəkildə həyata keçirilir. Yəni müşahidə daha yaxşı formada həyata keçirilir. Yəni bunu Bandura deyir, bu da doğrudur. C-də deyir, əməkdaşlıq və proaktiv həllər yanaşmasına əsasən şagirdlərin davranış probleminin səbəblərindən biri tələb olunan bacarıqların lazımi səviyyədə olmamasıdır. Əməkdaşlıq və proaktiv həllər deyir ki, şagirddə lazım olan bacarıqlar formalaşdırıldıqda onun davranışında negativ halları aradan qaldıra bilirik. Müəllim şagirdin davranışını qəsdən etmədiyini anlaya bilir. Hər hansı bir çətinlikləri, tapşırıqları müəyyən etmək üçün şagirddən əməkdaşlıq ediriksə, bu proaktiv əməkdaşlıq və proaktiv həllərdə yer almış olur. Çünki məqsədyönlü dəstək burada yer alır. Bu da deyir ki, əməkdaşlıq və proaktiv həllər yanaşmasını əsasən şagirdlərin davranış probleminin səbəblərindən biri tələb olunan bacarıqların lazımi səviyyədə olmamasıdır. Çünki Roskri qeyd edir ki, uşaqların, şagirdlərin ətraf mühitə uyğunlaşmaqda çətinlik çəkməsi onların tələb olunan bacarıqlara sahib olmamasından asılıdır. Yəni problemli davranışlar uşaqlarda motivasiyanın olmadığı üçün deyil, uğur qazanmaq üçün lazım olan bacarıqların malik olmadığından ortaya çıxmış olur. Yəni uşaqlar doğuluşundan müsbət davranışa kökləniblər, müsbət davranış üzrə motivasiyalanıblar. Və şagirdlərin davranış problemlərinin qaynaqlandığı səbəblər məhz tələb olunan bacarıqların lazımi səviyyədə olmamasından qaynaqlanır. Və şagird davranışının idarə olunması ilə bağlı bu yanaşma sırf əməkdaşlıq və proaktiv həllər adlanmış olur. Davranış problemi yaşayan şagirdlərlə ümumiyyətlə işləmək müəllimlər üçün çətindir və yəni ümumiyyətlə belə şagirdlərin valideynləri də, müəllimləri də nə edəcəklərini, necə davranacaqlarını onlar bilmirlər. Və şagird davranışının idarə olunmasına görə də şagird davranış problemlərinin iki səbəbdən qaynaqlandığı vurğulanır ki, 1. Tələb olunan bacarıqlar lazım səviyyədə deyil, 2. Həll edilməmiş problemlər mövcuddur. Yəni burada da onu vurğulayır. Davranış probleminin səbəblərindən biri tələb olunan bacarıqların lazım səviyyədə olmamasıdır, 2. də həll edilməmiş problemlər olmasıdır. Yəni C də doğrudur. D bəndində sosial intizam modelinə əsasən şagirdlərin pis davranışlarının səbəbləri sosial qrupa aid olmama hissi ilə əlaqədardır. Bəli, harada sosial qrupa aid olmama fikrini gördünüzsə, sosial intizam modelini götürün. Doğrudur bu.
Çünki Dreykus vurğulayır ki, insanın pis davranışının əsas səbəbi sosial qrupa aid olmama hissindən bağlıdır. Yəni, şagird özünü qəbul etdirə bilməyəndə, onda mənfi davranış nümunəsi müşahidə olunmağa başlayır. Yəni, bütün mənfi davranışlar da uşağın özünə yer tapmaq, status qazanmaq kimi səhv fərziyyələrindən ortaya çıxan bir fikirdir. Yəni, səhv məqsədlərimiz də hansılar idi? Diqqət cəlb etmək idi, güc nümayiş etdirmək idi, qisas almaq idi və çarəsizlik hissi və imtinadan asılı idi. Yəni, sosial qrupa aid olmama fikrini görən kimi sosial intizam modelini axtarmaq lazımdır. Çünki sosial intizam modeli ümumiyyətlə uşaqlarda xoşagəlməz davranışın məqsədlərini başa düşmək üçün praqmatik metod olaraq qəbul olunubdur. Yəni, bu nəzəriyyədə cəza olmadan, mükafat olmadan əməkdaşlıq davranışını stimullaşdırmaq ön planda dayanır. D də doğru cavabdır. Həmçinin bu metodun əsas məqsədi odur ki, şagirdləri ağlabatan şəkildə əməkdaşlığa yönəltsinlər. Y bəndində deyir ki, stimula cavab nəzəriyyəsinin əsas prinsipi şagirdlər öz davranışlarına görə məsuliyyət daşıyan varlıqlar kimi qəbul edilməlidirlər. Bu yanlış yanaşmadır. Çünki stimula cavab nəzəriyyəsinə aid deyil. Bu Gleiser'in seçim nəzəriyyəsinə aiddir. Çünki bu nəzəriyyə əsasən insanlar öz seçimlərinin nəticələrinə görə öz müqəddəratını təyin edən varlıqlar kimi qəbul olunurlar. Müəllimlər şagirdlərin davranışlarına birbaşa nəzarət edə bilməzlər. Çünki şagirdlər öz hisslərini necə idarə edəcəklərini özləri seçmiş olur. Çünki bu nəzəriyyə insanların öz seçimlərinin üzrə məsuliyyət daşıyan bir varlıqlar kimi formalaşdığını vurğulayır. Harda, yəni məsuliyyət daşıyan varlıqlar gördünüzsə, bilin ki, seçim nəzəriyyəsindədir. Çünki seçim nəzəriyyəsi ümumiyyətlə şagirdlərin öyrənmə və inkişafına bağlı məlumatlı seçimlər etməsini istəyir. Bu da seçim nəzəriyyəsində öz əksini tapır. Stimula cavabda belə bir məqam yoxdur. 16 Y bəndidir. 17-də. Negativ cəza, negativ gücləndirici. Bizə negativ cəzaya aid olanları istəyir. Şagird danlanacağını bildiyi halda, bildiyi üçün şəxsi əşyalarını daim səliqəli saxlamağa çalışır. Danlanacağını bildiyi üçün burada danlanacağını bilirsə bu arzu olunmayandır. Əşyalarını daim səliqəli saxlamağa çalışır. Fikir verin, bu itaət cəza ilə bağlı fikirdir, Kolbeck nəzəriyyəsinə əsasən və o da negativ gücləndirmədə öz əksini tapır. İtaət cəza, yəni danlanacağını bildiyi üçün şəxsi əşyalarını daimi səliqədə saxlayır. İtaət edir ki, cəza almasın. İtaət cəzada negativ gücləndiriciyə aid bir fikirdir. Yaddan çıxartmayın bunu. B bəndində deyir ki, şagird evə gec gəldiyi üçün valideynlər ona əlavə ev işləri tapşırıq etməyə tapşırır. Baxın, evə gec gəlib arzu olunmayan və əlavə iş verir. Arzu olunmayan plus əlavə iş müsbət cəzadır. Bu da olmaz. Şagird keçilən mövzunu başa düşmədiyi üçün müəllim ona əlavə ev tapşırığı verir. Bu da arzu olunmayan plus əlavə iş müsbət cəzadır. Şagird məktəb dəhlizində daimi qaçaraq hərəkət etdiyindən valideynlərinə xəbər verilir. Bu da müsbət cəzadır. Çünki arzu olunmayan plus əlavə iş xəbər verilir onlara. Şagird məktəbdə nadinçilik etdiyi üçün arzu olunmayan valideynlər onu bir həftə dostlarına görüşməyə qoymur. Yəni, nədənsə məhrum eləyir, işin azaldılması var. Arzu olunmayan plus işin azaldılması negativ cəzadır. Cavab da A bəndidir. Bizdən, Y bəndidir. Bizdən negativ cəzanı istəyir. 18-də operant şərtləmə nəzəriyyəsi ilə bağlı fikirlərdən hansı yanlışdır? Göstərdiyimiz hazırki davranışın nəticəsindən asılı olmayaraq davranışımız dəyişilə bilər. Bəli, cəza ilə, gücləndirici ilə asılı olaraq. Arzu olunan davranışa çatmaq üçün verilmiş şəraiti şərtləri dəyişdirmək lazımdır. Arzu olunan davranışa çatmaq üçün şəraiti də, şərtləri də dəyişə bilərik. Şagirdləri yaxşı davranışına görə tərifləmək müsbət gücləndiricidir. Bəli, eləcə tərifləmək yox. Yaxşı davranışına görə tərifləmək müsbət gücləndiricidir. Eləcə tərifləmək olsa yanlış olardı. Arzu olunmayan davranışı aradan qaldırmaq üçün nəyisə güzəştə gedirəmsə, yəni nədənsə azad edirəmsə, nəyisə imkan yaradıramsa, bu mənfi gücləndiricidir. Ona görə bu olur D bəndi. Arzu olunmayan plus nədənsə azad və yaxud da güzəşt olunma, bu mənfi gücləndiricidir. Cavab yanlışdır, D bəndi.
7-dir. Yaxşı davranışı mükafatlandırsaq, onun davamlı olmazsa nail ola bilərik. Bu da müsbət gücləndiriciyə aid fikirdir. 18 dedim. 19-a baxırıq. Situasiya və nəticəni tamamlayın. Yoldaşlarına qarşı kobud davranışına görə müəllim şagirdi tədbirdə iştirakdan kənarlaşdırır. Kobud davranış arzu olunmayan, iştirakdan kənarlaşdırırsa məhrum edir, işini azaldır. Bu da olur mənfi cəzalandırma. 1. Mənfi cəzalandırma və ya da negativ cəzalandırma. 2-də nümunəvi davranışına görə müəllim şagirdi təltifnamə verir. Nümunəvi davranış arzu olunan təltifnamə verir, əlavə iş. Yəni əlavə nəyisə verir. Müsbət gücləndirici olur. Dərsdə qoyulan qaydalara əməl etmədiyi üçün müəllim şagirdi dərsdən sonra məktəbdə saxladı. Əməl etmirsə arzu olunmayanda məktəbdə saxlatsa əlavə işdir. Bu da olur müsbət cəza. Negativ cavab olur B bəndi. Negativ cəza, müsbət gücləndirici, müsbət cəza. B bəndi olmuş oldu. 20-yə baxırıq. Hansı fikir sosial öyrənmə nəzəriyyəsinə aid deyil? Şagird davranışının formalaşmasına təsir edən faktorlardan biri başqalarının hərəkətlərini, davranışlarını müşahidə və təqlid etməkdir. Bəli, harada müşahidə, təqlid gördünüzsə, bilin ki, Albert Bandura'ya aid fikirdir. Doğrudur. Şagird yoldaşının davranışına görə tərifləndirini müşahidə edirsə, o zaman o da yoldaşı kimi davranmağa çalışa bilər. Yenə müşahidə varsa, Bandura sosial öyrənməni götürürük. Doğrudur. Şagirdin davranışının formalaşmasında ətraf aləmlə qarşılıqlı münasibət önəmlidir. Bəli, ünsiyyətə, qarşılıqlı münasibətə önəm verir. Çünki sən qardaşına baxsan, görsən, o nəyisə edir, sən də ona baxıb eləyirsən, müşahidə edirsən, qarşılıqlı münasibət formalaşır. Doğrudur. Şagird müşahidə etdiyi davranışın dəyərləndirildiyini görəndə həmin davranışı etməyə daha həvəsli olur. Demişəm, harada müşahidə, həvəsli, cəhd etmə varsa, Albert Bandura sosial öyrənməni götürür. Doğrudur. Şagirddə lazım olan bacarıqlar formalaşdırıldıqda onun davranışındakı negativ halları aradan qaldırmaq olar. Negativ halları aradan qaldırmaq yadda saxlayın ki, əməkdaşlıq və proaktiv həllərə aid fikirdir. Yəni, problemli davranışlar uşaqlarda motivasiyanın olmadığı üçün deyir, uğur qazanmaq üçün lazım olan bacarıqlara malik olmadığı üçün ortaya çıxmış olur. Negativ halları aradan qaldırmaq üçün əməkdaşlıq və proaktiv həllər önəmlidir. Yanlış olan budur. Yəni, negativ halları aradan qaldırmaq görəndə əməkdaşlıq proaktivi götürmək lazımdır. Tələb olunan bacarıqlara sahib olmama sırf Rosgreenin əməkdaşlıq və proaktiv həllərinə aiddir. Tələb olunan bacarıqlara sahib olmama deyilsə də, deməli, Y bəndi şagirdə lazım olan bacarıqlar formalaşdırıldıqda onun davranışındakı negativ halları aradan qaldırmaq demək mənasına gəlir. Ona görə cavabımız Y bəndi olmuş olur. Bir daha dönə-dönə deyirəm ki, yadınızdan çıxmasın. 21-ci suala baxırıq. Müəllim dəhlizin divarlarını yazan şagirdə dərsdən sonra qalaraq onu təmizləməyi tapşırır. Yazan şagird varsa arzu olunmayandır və əlavə iş verir təmizləməyi. Amma nəsə, məsələn, tənəffüsə çıxmağa icazə verməsəydi, mənfi cəza olardı. Amma təmizləmək deyirsə, əlavə iş verir. Ona görə müsbət cəzadır. 21 B bəndi. 22-ci suala baxırıq. Uyğunluğu istəyir. Müəllim sinifdəki dipçəklərin yarpaqlarını qıran şagirdi dərsdən sonra sinifdə saxlayıb güllərə qulluq etməyə tapşırır. Yarpaqları qıran arzu olunmayan və sinifdə saxlayır, əlavə iş verir, olur. Müsbət cəza, amma bu müsbət gücləndirici cəza olmasın. Biri götürənmərəm. 2-də deyək, şəhər olimpiyadasında birinci yerə çıxan 11-cilər yekun imtahandan azad olundu. Bəli, arzu olunan, birinci yerə çıxırlar, arzu olunan plus nədənsə azad olublarsa, uşaqların xeyrinə nədənsə azad olublarsa, güzəşt olunubsa, onlara imkan yaradılıbsa, bu negativ gücləndiricidir. 2 doğrudur. Doğrunun hatta doğru düz götürürük. Müzakirədə fəal iştirak edən şagirdləri dərsin sonunda müəllim təriflədi. Fəal iştiraklar arzu olunan da müəllim təriflədisə əlavə işdir. Arzu olunan plus əlavə iş müsbət gücləndiricidir. Amma bu müsbət cəza yazıb. Yanlışa yanlış dediyi üçün doğrudur. 2-3-lü cavabımız Y bəndi. Gəzintidə qaydalara əməl etməyən şagirdi müəllim növbəti gəzintiyə aparmayacağını dedi. Əməl etmirsə arzu olunmayandır. Gəzintiyə aparmayacaqsa nədənsə məhrum edir, iş azaldır. Arzu olunmayan plus işin azaldılması negativ cəzadır. Doğrudur, yanlışın hatta da seçənmərəm. Cavab 2-3 Y bəndi.
23-cü suala baxırıq. Sinif müzakirəsi zamanı şagird mütəmadi olaraq müəllimin və yoldaşlarının sözünü kəsir. Pozucu davranışlar nümayiş elətdirir. Sosial nizam modelinə görə, yəni Drey kursun modelinə görə müəllim şagirdin davranışını səmərəli şəkildə necə idarə edə bilər? Baxaq. Şagirdin sonda öz davranışlarının fərqinə varıb müsbət davranış nümayiş etdirəcəyini ümid eləmək. Baxın, ümid eləməklə iş düzəlmir. Biz nəyisə bir sövq eləməliyik. Ona görə bu ümid etmənin işi aşmır. A getdi. Dərs gedişatında fasilənin yaranmaması üçün şagirdi açıq şəkildə danlaya bilər. Bu doğru yanaşma deyil. Açıq şəkildə danlamaq varsa, onun mənfi nəticələri də olacaqdır. Olmaz. C-də deyir, şagird davranışlarının təsirini onunla müzakirə edib, onu qarşılaşacağı məntiqi nəticə ilə tanış edin. Harada məntiqi nəticə gördünüzsə, bilin sosial nizam modelidir. Yadınızdan çıxartmayın bunu. Dediyim kimi necə oldu? Sosial intizam modelində, burada sosial nizam yazır, yəni sosial nizam da deyirlər, intizam da deyirlər. Harada ümumiyyətlə gizli mesaj, məntiqi nəticə, sosial qrupa aid olmama, səhv məqsəd, məntiqi nəticələrlə üzləşmək, gizli mesaj ötürülməsi kimi fikirlər gördünüzsə, bilin ki, bu sosial intizam modelinə Drey kursa aiddir. C doğrudur. Şagirdin negativ davranışını aradan qaldırmaq məqsədi ilə ona əlavə olaraq işlər tapşıra bilər. Bu müsbət cəzadır. Behaviorizm operant şəkləmə nəzəriyyəsinə bağlıdır. Arzu olunmayan plus əlavə iş varsa müsbət cəzadır. Bizim bu situasiya ilə bağlı deyil. Y-də deyir, şagirdin davranışını idarə etmək üçün cəza və gücləndiricilərdən ibarət siyahı tərtib edib onlara təqdim edir. Siyahı niyə tərtib edib onlara deməliyik? Bu doğru yanaşma deyil. Dərs ərzində cəza gücləndirici müəyyən olunur. Deməli, Y də yanlışdır. Bizdən aid olanı istəyirdi, C bəllidir. 24-ə baxırıq. Negativ cəzalandırma nədir? Bayaq dedim, arzu olunmayan plus işin azaldılması və yaxud arzu olunmayan plus nədənsə məhrum olmaq. O da A bəndində olmuş olur. Arzu olunmayan plus işin azaltmaq və yaxud da məhrum olmaq A bəndidir. Arzu olunmayan plus davranışı azaltmaq üçün nəyisə əlavə olursa, bu müsbət cəzadır. Çünki arzu olunmayan plusu əlavə etmək cəzadır. Arzu olunan davranışı gücləndirmək üçün nəsə güzəştdə olunur. Arzu olunan plus güzəşt nə idi? Negativ gücləndirici idi. Arzu olunan davranışı gücləndirmək üçün nəyisə əlavə olunur. Bu da müsbət gücləndiricidir. Arzu olunan və arzu olunmayan davranışı gücləndirmək üçün nəyisə əlavə edir. Bu, yəni arzu olunan gücləndiricidirsə müsbət gücləndiricidir. Arzu olunmayan deyirsə, əlavə olunursa, bu da müsbət cəzadır. Bizdən nə istəyir? Arzu olun. Yəni, yadda saxlayın ki, arzu olunan gücləndirici də olur. Arzu olunmayan gücləndirici də ola bilməz. Arzu olunan gücləndirici ola bilər. Cavab ona görə burada 24 A bəndi olmuş oldu. 25-ci suala baxırıq. Müsbət gücləndirmə, negativ cəzalandırma, negativ gücləndirmə, müsbət cəzalandırma. Aynurun təlim nailiyyətləri yoxlanıldıqdan sonra onun yüksək nəticəsi nəzərə alınaraq növbəti imtahandan azad edildi. Yüksək nəticə arzu olunan, azad olunma onun xeyrinə bir işdir. O da olur negativ gücləndirici. Deməli, 3 aya aid olmuş oldu. Sonra keçirik B bəndinə. Fuadın imtahanlarda zəif nəticələri ona təyin edilmiş dövlət təqaüdünün verilməsinin dayandırılmasına səbəb oldu. Baxın, zəif nəticə arzu olunmayan, təqaüd dayandırıldısa nədənsə məhrum oldu. Bu da oldu negativ cəza. Negativ cəza da 2B oldu. Tələbə imtahanlarını hazırlaşmadığı üçün əlavə dərslərdə iştirak eləməli oldu. İmtahanda iştirak hazırlaşmırsa arzu olunmayan, əlavə dərslərdə oturursa cəzadır. Bu da olur müsbət cəza. Əlavə iş veririk. Məktəb birincisi olduğu üçün qardaşıma medal verildi. Arzu olunan plus əlavə işdir. Yəni onun xeyrinə demək, yəni onun gördüyü işə görə onu təqdir edirik. Bu da olur müsbət gücləndirici. 1-də 2B, 3A, 4-də C. Cavab D bəndi olmuş oldu. 26. Müəllim sinifdə bəzi şagirdləri çətin tapşırıqlar üzərində yorulmadan çalışdıqları üçün təqdir eləyir. Sosial öyrənmə nəzəriyyəsinə görə müəllimin addımı bu prosesi müşahidə edən digər şagirdlərin davranışına necə təsir edər?
Biz bilirik ki, burada müşahidədən danışırsa, sosial öyrənmə nəzəriyyəsində, yəni Banduradan danışır, Bandura nəzəriyyəsindən danışır. Biz də demişik ki, mütləq nə olmalıdır orada? Həvəs və cəhd olmalıdır. Baxaq, görək harda var. Müşahidə edən şagirdlərin verilən tapşırığa marağı itəcək. Onlar dərs boyu tapşırıqlar yerinə yetirməyə cəhd etməyəcək. Marağı niyə etsin? Biz deyirik, axı həvəslənirlər, cəhd eləyirlər. Ona görə yanlışdır. Müşahidə edən şagirdlər həvəslənəcək və tapşırıqları yerinə yetirmək üçün cəhd edəcəklər. Bəli, çünki çətin tapşırıqlar üzərində işləməyi sevirlər. Yəni şagirdin davranışının formalaşmasında bu addımın önəmi böyükdür. Yəni sinifdə tapşırığı edən şagird müəllim tərəfindən mükafatlandırılırsa, digər şagird ona baxıb davranışı müsbətə doğru dəyişir. Yəni həvəslənər, cəhd eləyər. B doğrudur. Müşahidə edən şagirdlər bu halda narahat olacaq, tapşırıqları etməkdən yayınacaqlar, əksinə həvəslənəcəklər, narahat olmurlar. C yanlışdır. Bu vəziyyət müşahidə edən şagirdlərə aid olmadığından onların davranışına ciddi şəkildə təsir etməyəcək. Onlara aid axı, niyə təsir etməsin? Aid olub, hətta həvəslənib özləri də cəhd eləməlidirlər. D yanlışdır. Müşahidə edən şagirdlər çətin tapşırıqların vacib olduğunu düşünərək bu tip tapşırıqlara daha həvəslə yanaşacaqlar. Çətin tapşırıqların vacib olduğunu, o zaman digər tapşırıqlara həvəssiz yanaşacaqlar. Ona görə bu doğru yanaşma deyil. Yəni müşahidə edən şagirdlər həvəslənirlər ümumi olaraq və tapşırıqları yerinə yetirməyə cəhd edirlər. Yəni sırf çətin tapşırıq olub-olmasının önəmi yoxdur. Cavab B bəndidir. 26B, 27-yə baxırıq. Hansı fikir pozulubdur deyir. Şagirdləri yeni layihələri seçmək müsbət gücləndiricidir, doğrudur. Dərsdən sonra növbətçilik fəaliyyəti etmədən evə getməsinə icazə verirəm. Yəni nədənsə azad edirəm, neqativ gücləndiricidir. Xoşladığı fəaliyyətlərdən məhrum eləyirəm, cəzalandırıram. Ümumiyyətlə məhrum eləmək neqativ cəzadadır. Arzu olunan davranışı gücləndirmək üçün sinif qaydalarını əzbərlətmək müsbət gücləndiricidir. Yəni arzu olunan davranışı artırmaq üçün əzbərlədirəm, əlavə iş verirəm, müsbət gücləndirici yanlış D bəndidir. Müəllim şagird dərsə gecikdiyinə görə onu tənbihləyirsə, arzu olunmayan plus əlavə işdirsə bu müsbət cəza olmuş olur. Amma dərsə gecikdiyinə görə sinifə qoymursa, onda məhrum eləyər, onda mənfi cəza olardı. 27 D bəndi. 28-ə baxırıq. Hansı deyir Albert Banduranın sosial öyrənmə nəzəriyyəsinə aid deyil? Dərsinin əvvəlində şagirdlər bütün diqqəti müəllimin geyiminə, görünüşünə və hərəkətlərinə yönəldir. Doğrudur, çünki onu müşahidə edirlər. Müşahidə var. Şagird sinif yoldaşının topa necə zərbə vurduğunu diqqətlə müşahidə edir ki, öyrəndiyini yaxşı yadda saxlasın. Görürsünüz, müşahidə var. Müşahidə varsa banduradır. Şagird müəllimin dəfələrlə bitkilərə qulluq etdiyini müşahidə edir və səhərlər dərsə gəldikdə bitkilərə o da qulluq edir. Yəni baxır, onun gördüyü işi təkrarlayır. Müəllim sinifdəki şagirdlərdən birini il ərzində sinif yoldaşlarına qarşı qarşıkeş olduğu üçün mükafatlandırması digər şagirdlərin davranışına müsbət təsir edir. Yəni həvəs və cəhd formalaşır. Doğrudur. Şagird mövcud davranışının dəyişməsi üçün məntiqi nəticələrlə üzləşdirilir və nəticədə məsuliyyət hissi artırılır. Bu Drey kursu aiddir. Drey kursun fikridir. Səhv məqsəd bərabərdir həll yollarıdır. Yəni şagirdləri ağlabatan şəkildə əməkdaşlığa yönətmək sosial intizam modelinin əsas məqsədi hesab olunur. Harda məntiqi nəticə gördünüzsə, bilin ki, sosial intizam modeli, yəni Drey kursu aiddir. Harda gizli mesaj, sosial qrupa aid olmamaq kimi fikirlər gördünüz, məntiqi nəticə, səhv məqsəd həll yolları gördünüzsə, bilin ki, Drey kursu sosial intizam modelinə aid. Cavab Y bəndi. 29. Stimula cavab nəzəriyyəsi ilə bağlı uyğunluğu istəyir bizdən. Stimula cavab nəzəriyyəsində nə vurğulanır? Bu da Thorndike'ın idi. O nəyi sevir? Təsir qanunu, hazırlıq qanunu, məşq qanunu və çoxsaylı reaksiyalar qanununu sevir. Və deyir ki, təsir qanununa görə öyrənmə o zaman effektiv olur ki, şagirdlər tam şəkildə öyrənməyə həvəsli olsunlar. Baxın, həvəsli olmaq ümumiyyətlə hazırlığa aiddir. Yəni, hazırlıq qanununa görə öyrənmə o zaman effektiv olur ki, şagirdlər tam şəkildə öyrənməyə həvəsli olurlar. Bu, təsir yox, hazırlıq qanunu olmalıdır. Bu yanlışdır. Çünki hazırlıq qanunu vurğulayır ki, öyrənmə o zaman ən təsirli olar ki, şagird öyrənməyə hazır və həvəslidir. Ona görə bunu götürmürük, hazırlıq qanunu olur. 2-də deyir, davranışın möhkəmlənməsi üçün şagird davamlı məşq edərək buna nail olur. Bəli, bu məşq qanunudur. Öyrənmə təkrar yolla
məşq yolu ilə həyata keçirilmiş olur. Ümumiyyətlə Thorndike stimula cavab nəzəriyyəsində 4 dənə əsas prinsip qoyur. 1. Təsir qanunu, 2. Hazırlıq qanunu, 3. Məşq qanunu, 4. Çoxsaylı reaksiyalar qanunu. Təsir qanunudur ki, müsbət və ya mənfi nəticələrdən sonra gələn cavabların təkrarlanma ehtimalı daha yüksək və ya daha azdır. Yəni müsbətdirsə daha yüksəkdir, mənfidirsə nəticələr daha azdır. Hazırlıq qanunu deyir ki, öyrənmə o vaxt eləyən təsirdir ki, şagird öyrənməyə həvəsli və hazır şəkildədir. Məşq qanunu deyir ki, öyrənmə təkrar yolundan və yaxud da məşq yolundan həyata keçirilir. Çoxsaylı reaksiyalar qanunu da deyir ki, verilmiş stimula tez-tez çoxsaylı reaksiyalar olur. Və bu da öyrənmə müvafiq reaksiya ilə stimul arasında əlaqələrin daha da güclənməsindən formalaşır. 2 doğrudur. Təsir qanununa görə 3-də deyir ki, təsir qanununa görə davranışdan sonra gələn müsbət nəticə həmin davranışın təkrarlanma ehtimalını artırır. Bəli, bu təsir qanununa aiddir. Və yaxud da əksinə, təsir qanununa görə mənfi nəticələrin ardınca gələn cavabların təkrarlanma ehtimalı da az olmuş olur. Doğrudur bu. Yanlışın haqqıdadır, seçənmərəm. Bu 4-də deyir, bu nəzəriyyənin əsas mahiyyəti şagirdin səhv məqsədlə ötürdüyü gizli mesajdır. Bayaqlar dedim, harda gizli mesaj, məntiqi nəticə, sosial qrupa aid olmama gördünüzsə, sosial intizam modelini axtarın. Amma bu yazıb ki, stimula cavab nəzəriyyəsi, şərtdə deyir ki, stimula cavab nəzəriyyəsinə aiddir. Yanlışdır, yanlışa yanlış dediyi üçün doğrudur. Biz bunu sosial intizam modeli Drey kursa aid götürməliyik. Çünki bu nəzəriyyənin əsas mahiyyəti şagirdin səhv məqsədlə ötürdüyü gizli mesajı düzgün anlamaqdan ibarət olmalıdır. Cavab Y bəndi. 30-a baxırıq. Uyğunluq pozulub deyil. Tapşırıqları tam yerinə yetirdiyi üçün həftə sonu gəzintiyə gedə bilərsən. Müsbət gücləndirmə doğrudur. Çünki arzu olunan plus əlavə iş var. Oyuncaqlarından səliqəsiz istifadə etdiyin üçün bir müddət yenisi alınmayacaq. Görürsünüz, arzu olunmayan plus işin məhrum olunması. Nəsə alınmır? Negativ cəzadır. Qardaşınla kobud davrandığın üçün artıq onunla oynamağa icazə verməyəcəyim. Bu da negativ cəzalandırmadır. Çünki arzu olunmayan plus işin azaldılmasıdır. Tərəvəzlərin hamısını yediyin üçün dondurma da yeyə bilərsən. Bu, hamısını yeyibsə arzu olunandır və ona əlavə iş verir. Müsbət gücləndirmə. Test tapşırıqlarında diqqətsizliyə yol verdiyin üçün sabaha dək mövzunu yenidən təkrar etməlisən. Diqqətsizlik varsa arzu olunmayandır və yenidən təkrar eləmək əlavə işdir. Bu da olur müsbət cəza. Amma bu müsbət gücləndirmə yazıb. Yanlışdır. Cavab Y bəndi olur. 31-ə baxıram. Deyir ki, uyğunluğu müəyyən edin. Pozitiv dedikdə istənilən mükafatlandırma və cəzalandırma məqsədi ilə hər hansı bir fəaliyyətin əlavə edilməsi nəzərdə tutulur. Bəli, müsbət cəzada da, müsbət gücləndiricidə də nəyisə əlavə edirsən. Doğrudur. Operant şərtləmə nəzəriyyəsinin bütün öyrənmə növlərini nəzərə alması onun üstün cəhətlərindən biridir. Bütün öyrənmə növlərini nəzərə almır ki, o davranışla bağlıdır. Öyrənməklə yox. Davranışla bağlı olduğuna görə biz bunu götürə bilmərik. 2 getdi. Arzu olunmayan davranışı azaltmaq məqsədilə bu davranışı göz ardı etmək olar. Doğrudur. Yanlışın haqqıdadır, seçənmərəm. Yəni göz ardı edirsən, görməməzlikdən gəlmək deməyək, göz ardı eləmək, həmişəlik yox da, yəni görürsən ki, arzu olunmayan davranışı sən ona dedikcə o daha da artırır, sən dedikcə daha deyilir, fikir verməyəndə istərsəməz özü tənzimləyir, azaldır hərəkətini. Negativ gücləndiricilər vasitəsilə şagirdlərin arzu olunmayan davranışlarını azaltmaq mümkündür. Negativ cəza ilə mümkündür. Gücləndirmə əlavə iş verir. Azaltmaq cəzadadır. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavab 1-4 D bəndi. 32-də şagird tapşırıqlar zamanı sözləri sona qədər oxumur. Bu davranış onun KSG zamanı suallara cavab verməsində və digər fəaliyyətlərdə uğur qazanmasına mane olur. Əməkdaşlıq və proaktiv həllər yanaşmasına görə hansı cavab doğru olar? Baxaq. Şagird bu davranışla güc nümayiş etdirməyə çalışır ki, bu da onun səhv məqsədinin nəticəsidir. Baxın, bu fikir güc nümayiş etdirmək, yadda saxlayın ki, sosial intizam modelinə aiddir, yəni Drey kursu aiddir. Güc ehtiyacı seçim nəzəriyyəsi Glaserə aiddir. Yəni bunu deyirəm, özünüzdə qeyd edin. Deməli, güc nümayiş etdirmək sosial intizam modelindədir, Drey kursu. Güc ehtiyacı seçim nəzəriyyəsi Glaser'dədir. Bu deyir ki, şagird bu davranışla güc nümayiş etdirməyə çalışır ki, bu da onun səhv məqsədinin nəticəsidir. Bu sosial intizam modeli Drey kursa aiddir. Bunu seçə bilmərəm. Ona görə bu getdim.
Yəni səhv məqsədli güc nümayiş etdirir. Uşaq düşünür ki, güc nümayiş elətdirməklə nüfuz qazanmağa çalışaram. Yəni nüfuzlu olduğum zaman özümü daha da güclü hiss eləyərəm kimi düşünür. Yəni bu zaman müəllim çalışmalıdır ki, fərdi söhbət eləsin, taymatdan istifadə eləsin və s. Bu doğru, yəni bu yanlışdır, bunu seçmirəm. Müəllim şagirdin bu davranışı qəsdən etmədiyini anlayır. Bəli, bu əməkdaşlıq və proaktiv həllərdə əməkdaşlıq, empatiyanın qurulması önəmlidir. Müəllim başa düşür, yəni qəsdən eləmədiyini əlbəttə ki, dərk eləyirsə, müəllim görürsə, empatiyanın formalaşdığını göstərir ki, doğrudur. Şagird mövcud davranışına görə cəzalandırmaqla hazırki negativ davranışı aradan qaldırmaq mümkündür. Bu behaviorizm nəzəriyyəsindən mənfi cəzalandırmaya aiddir. Üçüdə çıxıram, şagirdin davranışını düzəltmək üçün əlverişli mühit yaratmaqla onda lazımı bacarıqları formalaşdırmaq olar. Bayaq dedim, əlverişli mühit, dəstəkləyici mühiti görəndə 1. Əməkdaşlıq proaktiv həlləri axtarın, bir də seçim nəzəriyyəsi, Gleyseri axtarmaq lazımdır. Çünki əlverişli mühiti bu ikisi sevir. Əməkdaşlıq sevir, bir də seçim nəzəriyyəsi Gleyser sevir. Cavabımız A bəndə olur 2 və 4. 33-cü sualda nə istəyir? Müsbət cəzalandırma deyiləndə nə başa düşürük? Arzu olunmayan davranışı azaltmaq üçün nəsə güzəştə gedilir, çıxılır. Bu mənfi cəza olmuş olur. Arzu olunmayan pünus çıxılma. Arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə edilir. Bəli, arzu olunmayan pünus əlavə iş müsbət cəzadır. Cavab B bəndi. Arzu olunan davranışı gücləndirmək üçün nə isə güzəştə gedilir, çıxılır. Bu mənfi gücləndirici olmuş olur. Çünki nəyisə güzəştə gedirsən. Güzəşt sözünü azad etmə, imkan yaratma sözünü harada gördünüz? Həmişə mənfi gücləndiricini axtarın. Deməli, hansı sözlər oldu? Güzəşt, imkan, bir də azad etmə sözləri. İmkan yaratmaq, azad etmək, güzəşt. Bunları görəndə mənfi gücləndirici axtarın. Yaddan çıxmasın bu. Cavab B idi. D-yə baxaq. Arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə olunur. Bu müsbət gücləndiricidir. Arzu olunan, arzu olmayan davranışı gücləndirmək üçün nə isə əlavə edilir. Arzu olunan davranışı gücləndirmək varsa müsbət gücləndiricidir. Arzu olunmayan davranışı əlavə varsa bu da mənfi müsbət cəzadır. Arzu olunan gücləndirmə müsbət gücləndirici, arzu olunmayan nə isə əlavə müsbət cəzadır. Cavab 33B bəndə olmuş oldu. 34-də baxırıq. Qrup işi zamanında iki şagird arasında münasibət gərginləşir. Qızğın mübahisə yaranır, hətta biri digərini itələyir. Şagird davranışının mümkün səbəbi nə ola bilər? Seçim nəzəriyyəsinə görə şagirdin davranışı onun güc ehtiyacının ödənilməməsinin nəticəsi ola bilər. Bəli, o güc nümayiş elətdirmək istəyir. Yəni güc ehtiyacı ödənilməyibdir. Bayaqlar mən sizə dedim, güc ehtiyacı varsa seçim nəzəriyyəsidir, Gleyserdir. Güc nümayiş etdirmək varsa sosial intizam modelini axtarmalıyıq. Bu nəzəriyyədə vurğulanır ki, ümumiyyətlə, əgər şagirdlərin bu ehtiyacı ödənilməzsə, onlar zorakılıq etməklə həmyaşıdlarına hakim olmağa cəhd eləyə bilərlər. Həmyaşıdlarına nəzarət etməyə cəhd eləyə bilərlər, onları qorxutmaq istəyə bilərlər. Yəni, dalaşqanlıq eləyərlər, oğurluq eləyərlər, hətta müəllimləri həmyaşıdlarını qorxutmaq üçün bu addımlar ata bilərlər. Ona görə güc ehtiyacı, bu ehtiyac şəxsi inkişaf ilə qarşılanmalıdır və bu ehtiyac insan həyatının keyfiyyətini yüksəldən bilik bacarıqlarının inkişaf etdirilməsi ilə mütləq şəkildə qarşılanmalıdır. Əgər şagirdlərin bu ehtiyacı ödənilməzsə, onlar dağıdıcı hərəkətlər etməyə davam edəcəklər. Hətta onlar məktəb mülkiyyətinə belə zərər vura bilərlər, həm yaşlılarına hakim olmağa cəhd eləyə bilərlər. Bir doğrudur. Sonra 2-də deyir, sosial öyrənmə nəzəriyyəsinə əsasən şagirdin davranışı onun bacarıqlarına olan inamı ilə əlaqədardır. Bu doğrudur, amma situasiya ilə bağlı aidiyyatı yoxdur. Burada inamdan danışır, bacarıqlarına inam göstərir, amma burada mübahisədən danışır. Ona görə 2 yanlışdır. Sosial intizam modelinə görə şagird özünü bacarıqlı hiss etməklə bağlı gizli mesaj ötürür. Və sual ola bilər ki, hansı gizli mesaj ötürür? Məsələn, mənə kömək edin, mənə seçimlər verin, özümü bacarıqlı hiss etmək istəyirəm, gizli mesajını burada verir.
Dreyfus modelinə görə, Dreyfus nəzəriyyəsinə görə. Yəni çalışmaq lazımdır ki, dağıdıcı davranışın nəticələrini aydın şəkildə təsvir edək. Nəticələrin yalnız yanlış davranışla bağlı olmasını təmin edək. Nəticələr cəza tədbirlərinə deyil, düzəldici fəaliyyətlərə diqqət yetirildikdə daha gözəl nəticə ilə uzlaşa bilər. Hissləri tanımalıyıq, narahatlıqları tanımalıyıq, fasilə verməliyik. Yəni bu adım daha diqqətli olmağa imkan yaratmaq məqsədi daşıyan bir vəziyyətə gətirib çıxardır. Nə qədər diqqətli olsaq, bir o qədər konstruktiv müzakirəyə də zəmin yarada bilərik. Deməli, 3 də doğrudur. Cavabı 1-3-dür. 4-də deyir, operant şərtlənmə nəzəriyyəsinə görə şagirdin cəzalanması müvafiq davranışa səbəb ola bilər. Burada cəzalanma ilə bağlı məqam yoxdur. Sadəcə arasında mübahisə var. O da güc ehtiyacı və güc nümayiş etdirməklə bağlıdır. Cavab da olur 1-3. 35-də negativ gücləndirmə deyəndə nə başa düşürük? Bayaq dedim, harda güzəştdir, imkan, azad sözü gördünüzsə onu götürürük. Görün, hansı variantda o var? O da C bəndində var, güzəşt sözü orada var. Ona görə C bəndi götürürük. A-da deyir, arzu olunmayan davranışı azaltmaq üçün nəsə güzəşt edilir? Xeyr, arzu olunan güzəşt olur. Arzu olunmayanda güzəşt sözü olmur. Arzu olunan plus güzəşt olunmalıdır. Arzu olunmayan ola bilməz. Cavab ona görə C-dir. B-də deyir, arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə olunur. Bu mənfi cəza olmuş olur. D-də deyir, arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə olunur. Bu müsbət gücləndiricidir. Arzu olunan, arzu olunmayan davranışı gücləndirmək üçün bayaq dedim, müsbət cəza, müsbət gücləndirici olmuş olur. Yəni bunlara ayrı-ayrı vermədilər, prosta sadəcə bir yerdə veriblər. Cavab deməli, nə oldu? Harada arzu olunan plus güzəşt, arzu olunan plus imkan, arzu olunan plus azad olunma gördüksə, onu negativ gücləndirmə və yaxud da mənfi gücləndirmə götürməliyik. Cavabımız oldu C bəndi. 36-ya baxaq. 36-da deyir ki, operant şərtlənmə nəzəriyyəsinə bağlı cədvələ əsasən uyğunluğu müəyyən edin. Nadinçilik edən uşağa valideynlər bir həftə velosiped sürməyə icazə vermir. Demək, nadinçilik edirsə arzu olunmayandır və nədənsə məhrum edirlər, işi azaldılır. Bu da olur negativ cəza, yəni mənfi cəza. Bir doğrudur. Şagird dəftərini səliqəli saxlamadığına görə valideyni ona həyatda oynamağa icazə vermir. Arzu olunmayan plus işin azaldılması. Yəni, onu nədənsə məhrum edir, olur negativ cəza. Amma müsbət gücləndirici yazıb, yanlışdır. 2-ni götürənmərəm. Ev tapşırıqlarını yerinə yetirmədiyinə görə şagird əlavə ev tapşırıqlar etməlidir. Yəni, arzu olunmayan plus əlavə iş. Bu da olur müsbət cəza. 3 doğrudur. Yanlışın adladı seçənmərəm. Şagird sinifdə davranış qaydalarına əməl etmədiyi üçün müəllim onu ekskursiya aparmaqdan məhrum eləyir. Deməli, arzu olunmayan plus nəyinsə işin azaldılması, nədənsə məhrum olmaq, o da olur müsbət cəza. Amma bu mənfi cəza olur, amma bu müsbət cəza yazıb. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavabım 1-4 olmuş olur. Yəni, A bəndi. Keçək 37-ci suala. 37-də deyir ki, operant şərtlənməyə görə uyğunluğu müəyyən edin. Arzu olunan davranışı gücləndirmək üçün nə isə güzəştə edilir. Yəni, mənfi gücləndirici olmuş olur. Doğrudur. Yəni, doğrunun adda doğrudur. Arzu olunan davranışı gücləndirmək üçün cəzalanmadan istifadə olunmur. Güzəşt olunmalıdır. Cəza varsa, cəza arzu olunmayan da olur. Ona görə bu yanlışdır, seçənmərəm. Arzu olunmayan davranışı azaltmaq üçün heç bir halda bu cür davranışı göz ardı etmək olmaz. Bəli, bəzən göz ardı etmək olar, bayaqlar dedim. Çünki nə qədər sən onun üstünə getsən, bir o qədər daha hiddətlənər. Göz ardı eləmək lazımdır bir müddətlik. Bizdən olar, göz ardı etmək olmaz deyir, amma olar olmalıdır. İncə dediyim kimi göz ardı etməliyik. Edə bilərik. Yanlışa yanlış dediyi üçün doğru götürək. Bu olmaz yazıb deyirəm, amma olar olmalıdır. Cavab 1-3 A bəndi. Arzu olunmayan davranışı azaltmaq üçün negativ cəzalandırmadan istifadə olunur. Doğrudur, yanlışın addadır, seçə bilmərəm. 1-3. 38-də. Müsbət gücləndirmə deyəndə nə nəzərdə tutulur? Arzu olunmayan davranışı azaltmaq üçün nəsə güzəştə yedilir. Arzu olunmayanda güzəşt olmur. Güzəşt arzu olunandandır. Yəni, çıxarılır, arzu olunmayan plus çıxarılır desəydi, o zaman mənfi cəza olardı. Güzəşt amma arzu olunandadır. Olmaz. Arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə edilir. Arzu olunmayan davranışı
B bəndində olur müsbət cəza. Arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə olunursa bu müsbət cəzadır. Arzu olunan davranışı gücləndirmək üçün nəsə güzəştə edilir, çıxarılır, bu mənfi gücləndiricidir. Bayaq dedim, güzəşt sözü yalnız arzu olunandadır. Arzu olunmayanda olmur. Ona görə A bəndi yanlış idi. D-də deyir, arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə edilir. Bu müsbət gücləndiricidir. D doğrudur. Y-də deyir, ümumiyyətlə Y bəndi doğru. Bir neçə testdə bunu belə gördük, amma belə test düşmür ki, arzu olunan, arzu olunmayan davranış gücləndir. Çünki arzu olunanı gücləndirmək, yəni gücləndirmək üçün nə isə əlavə olunur. Arzu olunana əlavə iş varsa müsbət gücləndiricidir. Arzu olunmayana əlavə iş varsa bu müsbət cəzadır. Yəni burada müsbət gücləndirici, bir də müsbət cəzanın tərifini bir növ veribdir. Amma heç vaxt belə test vermirlər. 38 D bəndi. 39. Müəllim müşahidə edir ki, şagird bilərəkdən tənəffüsdən dərsə gec qayıdır. Yəni arzu olunmayandır. Şagirdin bu hərəkətinin qarşısını almaq üçün onu tənəffüsdə sinifdən çıxmağa icazə vermir. Yəni nədənsə məhrum edir. O da olur neqativ cəza, mənfi cəza, o da B bəndi. 40-da şagird fizika fənnindən yüksək nəticə əldə etdiyi üçün, yəni arzu olunandır. Xarici ölkələrdən birinə inkişaf etdirici təlimə getmək hüququ qazanır, yəni əlavə iş var. O da olur arzu olunan əlavə iş, müsbət gücləndirici. Bu qədər uğurlar.